Salam, hər vaxtınız xeyir. Bu videoda sizə dim riyaziyyat 2-ci hissədən trigonometrik funksiyaların cəminin və fərqinin hasilə çevrilməsi, hasilin cəmə çevirmə düsturlarına aid sualların izahını edəcəm. Birinci sualda verilib ki, 2 sinus 5 alfa üstəgələk sinus 3 alfa ifadəsini hasil şəkildə göstərin. Əvvəldəki ikini saxlayıram. Bu ifadəni sadələşdirməyi siz əgər düsturları oxumusunuzsa bilməlisiniz ki, bu belədir. 2 sinus 5 alfa ilə 3 alfanı toplayanda eləyir 8 alfa bölünsün 2. Yəni birbaşa yazsaq onda bura eləyir 4 dənə alfa. Vuraq kosinus 5 alfadan 3 alfa çıxsaq eləyir 2 alfa. 2'ye də bölsək alfa. Buradan da 2'ni 2'ye vuranda eləyir 4. Yanında sinus 4 alfa kosinus alfa. 4 sinus 4 alfa kosinus alfa E variantında verilibdir. Sonra baxaq ikinci suala. İkinci sualda verib ki 2 sinus 5 alfa çıxaq sinus 3 alfa. Əvvəldəki 2'nin olduğu kimi saxlayıram. Buradakini belə yazırıq. Sinus 5 alfadan çıxıram 3 alfanı. Qalır, bax 5 alfadan 3 alfa çıxanda qalır 2 alfa. 2 alfanı da 2'ye böləndə eləyir alfa. Vuraq kosinus. Kosinusda isə artıq burada toplayırıq. 5 alfa ilə 3 alfanı toplayanda eləyir 8 alfa. 2'ye də böləndə 4 alfa. Bunun da əvvəlində 1 2 olmalıydı. Bu 2'ni də 2'ye vuranda eləyir 4. 4 sinus alfa kosinus 4 alfa. 4 sinus alfa kosinus 4 alfa C variantında var. Baxaq növbəti 3-cü suala. 3-cü sualda verib ki 3 kosinus 4 alfa üstəgələk kosinus 2 alfa. Hasil şəklində göstərin. Əvvəldəki 3 olduğu kimi saxlayırıq. Düsturdakı 2'ni də yazırıq yanına. Kosinusların cəmində olurdu kosinus 4 alfa ilə 2 alfanı toplayanda 6 alfa. 2'ye də böləndə 3 alfa. Vuraq yenə kosinus 4 alfadan 2 alfanı çıxanda 2 alfa. 2'ye də böləndə 1 dənə alfa. Buradan da eləyir 6 kosinus 3 alfa. Vuraq kosinus alfa. 6 kosinus alfa kosinus 3 alfa. Bu da A variantında var. Sonra 4-cü sual. 2'də 1 2'də 1 kosinus alfa çıxaq kosinus 5 alfa bərabərdir 2'də 1. Buranı düsturla yazsaq eləyər 2 vuraq. Daha doğrusu mənfi 2 çıxmadı deyə mənfini də buraya yazıram. 2 də burada. Sinus alfadan çıxanda 5 alfanı eləyər mənfi 4 alfa. 2'ye də böləndə mənfi 2 alfa. Vuraq. Sinus alfa ilə 5 alfanı toplayanda 6 alfa. 2'ye də böləndə 3 alfa. Bərabərdir. Biraz da sadələşdirək. Bu 2 ilə 2 burada ixtisar gedir. Və sinus tək funksiya deyə bu mənfi çıxır çölə. Burada da bir mənfi var deyə bu ikisi eləyər müsbət. Müsbət də yazılmır. Onda qalır yerdə sinus 2 alfa. Bir də sinus 3 alfa. Sinus 2 alfa sinus 3 alfa. Bu da A variantında var. Sonra növbəti 5-ci suala baxaq. 5-ci sualda verib ki 2 kosinus 73 dərəcə üstəgələk kosinus 47 dərəcə çıxaq kosinus 13 dərəcə. İfadənin qiymətini hesablayın. Əvvəldəki 2 olduğu kimi qalsın. Vuraq. Mən burada kosinus 73 ilə kosinus 47'ni 1 sadələşdirirəm. Bunu yaza bilərik belə. 2 kosinus 73 ilə 47'ni toplayanda eləyir 120. 2'ye böləndə 60 dərəcə. Vuraq. Yenə kosinus 73'dən 47 çıxanda 26. 2'ye böləndə 13 dərəcə. Çıxaq kosinus 13'də var. Biraz da sadələşdirirəm. 2 burada mörtəzə açıb yazırıq. 2 vuraq. Kosinus 60'ın qiyməti bizə məlumdur ki 2'də 1'dir. Yanında da kosinus 13 dərəcə var. Çıxaq kosinus 13 dərəcə. Və buradan 2 ilə 2 gedir ixtisara. Kosinus 13'dən kosinus 13 çıxanda 0 eləyir. Buradakı 2'ni də bu 0'a vursanız alarsınız 0.
A variantı. Sonra baxaq növbəti 6-cı suala. 3 sinus 20 dərəcə üstə gələk sinus 40 dərəcə. Çıxaq kosinus 10 dərəcə. İfadənin qiymətini hesablayan əvvəldəki 3 olduğu kimi saxlayıram. Yerdəki bu sinus 20 ilə sinus 40-ı bir qruplaşdırıram. Buradan alırıq 2 sinus 20 ilə 40-ı toplayanda 62-yə böləndə 30 dərəcə vuraq kosinus 40-dan 20-ni çıxanda eləyir 20 2-yə də böləndə 10 dərəcə. Çıxaq kosinus 10 dərəcədə var. Burada sinus 30-un qiymətini bilirik ki 2-də 1-dir. Və bu 2-ni də 2-də 1-ə vursaq gedər. Kosinus 10 ilə kosinus 10 çıxanda 0 eləyir. 3-ü də 0-a vursaq yenə 0. Bu da B variantı. Sonra baxaq növbəti 7-ci suala. Kosinus 20 dərəcə çıxaq kosinus 40 dərəcə çıxaq sinus 10 dərəcə. İfadənin qiymətini hesablayın. Burada kosinus 20 ilə kosinus 40-ı bir qruplaşdırıram bu ikisini. Kosinusun çıxmasına görə yazacağıq -2 sinus 20 dərəcə 40 dərəcə. 20-dən çıxıram 40-ı qalır -20. 2-yə də böləndə -10 dərəcə. Vuraq təzədən sinus 20 ilə 40-ı toplayanda eləyər 60. 2-yə də böləndə 30 dərəcə. Çıxaq sinus 10 dərəcədə var. Sinus tək funksiya deyə bu mənfini çıxara bilərik qarşıya. Qarşıda da bir mənfi var deyə müsbət eləyər. Olar 2 dənə sinus 10 dərəcə. Vuraq sinus 30-u da bilirik ki 2-də 1-dir. Çıxaq sinus 10 dərəcə. Bərabərdir. Burada 2 ilə 2-də 1 ixtisar gedir. Qalır sinus 10 dərəcə çıx sinus 10 dərəcə. Bu da 0-dır. E variantı. 8-ci sual. Düsturlardan hansı doğrudur? 8 ilə 9-u demirəm. Bu xüsusi nəzəriyyədir. Baxaq 10-cu suala. 10-cu sualda verib ki sinus pi bölünsün 12. Pi bölünsün 12 15 dərəcə deməkdir. Üstə gələk sinus 5 pi bölünsün 12 eləyir 75 dərəcə. İfadənin qiymətini hesablayın. Bu bərabərdir. Bunu belə yaza bilərsiniz. 2 dənə sinus 15 ilə 75-i toplayanda 92-yə böləndə 45 dərəcə. Vuraq kosinus 75-dən 15 çıxanda fərqi yoxdur. 15-dən 75 də çıxa bilərsiniz. Kosinus cütdür deyə mənfisi ilə müsbəti bərabər. Yəni kosinus tutaq ki -30 alsanız da o kosinus müsbət 30-a bərabərdir. Yəni ona görə birbaşa ilə 75-dən 15 çıxıram. Qalır 60 dərəcə. 2-yə də böləndə 30 dərəcə. Bərabərdir 2 vuraq. Sinus 45 kök 2 bölü 2-dir. Kosinus 30 da kök 3 bölünsün 2-dir. Buradan bu 2 ilə bu 2-ni ixtisar apararıq. Kök 2-ni kök 3-ə vursaq eləyər kök 6 bölünsün 2. D variantı. Sonra baxaq növbəti 11-ci suala. Sinus 28 dərəcə üstə gələk sinus 32 dərəcə. Bölək sinus 45 dərəcə, sinus 45 dərəcə, vuraq, sinus 43 dərəcə, üstə gələk, sinus 47 dərəcə. İfadənin qiymətini hesablayan, sürətdəkini yazarıq belə, 2 sinus, toplasaq eləyər 60, 2-yə bölsək, deməli, alarıq 30 dərəcə, vuraq, kosinus, 32-dən 28 çıxanda 4, bunu da 2-yə bölsək elə 2 dərəcə. Məxrəcdə sinus 45 olduğu kimi saxlayıram. Yanında yazırıq 2 vuraq. Sinus 43 ilə 47-ni toplayanda 90 dərəcə. 2-yə də böləndə 45 dərəcə. Vuraq kosinus 47-dən 43 çıxanda 4 dərəcə. 2-yə də böləndə 2 dərəcə. Sürətdə kosinus 2 dərəcə var. Məxrəcdə də kosinus 2 dərəcə var. Bunlar ixtisara getdi. Sürətdə 2 var, məxrəcdə də 2 var, bu da getdi. Sürətdə sinus 30 var, onun yerinə yaza bilərik 2-də 1. Məxrəcdə də sinusun kvadratı 45 var. Yəni bu da kök 2 bölü 2-nin kvadratı deməkdir. Bu 2-də 1 eləyir. Onda mən məxrəci ilə birbaşa 2-də 1 yaza bilərəm. 2-də 1 ilə 2-də 1 ixtisar gedəndə yerdə qalır 1. 11-ci sualda da cavab olur C variantı. Sonra baxaq 12-ci suala.
12-ci sualda belədir. Sinus 4 alfa bölək kosinus 5 alfa çıxar kosinus 3 alfa. İfadəsini sadələşdirin. Sürətdəki sinus 4 alfanı olduğu kimi saxlayıram. Sinus 4 alfa olduğu kimi qalır. Məxrəcdəki kosinusun çıxmasını yazırıq belə. -2 sinus 5 alfadan 3 alfa çıxanda 2 alfa, 2-yə də böləndə alfa vuraq. Deməli, burada daha doğrusu bir də sinus 5 alfa ilə 3 alfanı toplayanda 8 alfa, 2-yə də böləndə 4 alfa. Və sürətdə də məxrəcdə də sinus 4 alfa var. Bunlar ixtisara gedir. Qalır -1 bölünsün 2 sinus alfa. Bu da C variantında var. Sonra baxaq 13-cü suala. 13-cü sualda verib ki, kosinus pi bölünsün 5, yəni 180 bölünsün 5, bu eləyir 36 dərəcə. Üstə gələk, kosinus 108 dərəcə. Kosinus 108 dərəcə. İfadəsinin qiymətini hesablayın. Bu kosinus 36-nı yaza bilərik. Sinus 54 dərəcə. Kosinus 108-i çevirmə düsturundan istifadə edib çevirsək, alarıq çıxaq. Deməli, sinus 18 dərəcə. Bizdən istədiyi budur. Bunu da fərqin hansıda keçmə düsturundan istifadə etsək, əgər alarıq belə 2 sinus 54-dən 18 çıxanda 36, 2-yə böləndə 18 dərəcə vuraq. Kosinus 54 ilə 18 dərəcəni toplayanda eləyir 72 dərəcə, 2-yə də böləndə 36 dərəcə. Yəni biz bunu hesablamalıyıq. Onu da aşağıdan yazıb hesablayıram. 2 sinus 18 dərəcə vuraq kosinus 36 dərəcə. Bunun hər tərəfini vururam kosinus 18 dərəcəyə. Yəni məxrəcidə, sürətidə kosinus 18 dərəcəyə vururam. Burada 2 kosinus 18, daha doğrusu sinus 18, kosinus 18 var. Bu 3 dənə, baxın bu sarı ilə göstərdikləri bizə 2 qat arqumentdən tanışdır. Yəni biz o 3 ifadənin yerinə yaza bilərik sinus 36 dərəcə. Yəni sinus 2 alfanı düsturur. Yanında da kosinus 36 var. Məxrəcdə də kosinus 18 qaldı. Sürəti məxrəci 2-yə vururam. Buranı da 2-yə vururam. Buranı da. İndi sürətdə 2 sinus 36 kosinus 36 bizə verir sinus 72 dərəcəni. Məxrəcdə də 2 kosinus 18 dərəcə var. Və çevirmə düsturundan məlumdur ki, sinus 72 kosinus 18-dir deyə bunlar ixtisar gedir. Qalır burada 2-də 1. 2-də 1 də B variantındadır. Sonra baxaq növbəti 14-cü suala. 14-cü sualda verib kosinus 20 dərəcə. Üstə gələr. Kosinus 100-ü yaza bilərik kimi çıxaq sinus 10 dərəcə. Yəni 90 üstə gəlir 10 kimi kosinus 100-də ikinci rübdür. 90-da adını dəyişdirdi və oldu mənfi. Çıxaq yenə sinus 50 dərəcə. 90 üstə gəlir 50, hə, düzdür. Sinus 50 dərəcə ifadənin qiymətini hesablayın. Əvvəldəki kosinus 20-yə dəymirəm. Bu qalsın yerində. Kosinus 20 dərəcə. Digərindən mənfini çıxaram qarşıya. Qalır sinus 10 dərəcə. Üstə gələk sinus 50 dərəcə. Mənə bunu hesablamaq lazımdır. Mötərizəni ayrıca buradan yazıb hesablayıram. Sinus 10 dərəcə. Üstə gələk sinus 50 dərəcə. Bu bərabərdir. 2 dənə sinus 10 ilə 50-ni toplayanda 62-yə böləndə 30 dərəcə vuraq kosinus. 50-dən 10 çıxanda 42-yə böləndə 20 dərəcə. Və burada sinus 30-u bilirik 2-də 1-dir. Bu əvvəldəki 2 ilə 2-də 1 gedir. Qalır kosinus 20. Sən demə bu mötərizədə kosinus 20-dir. Onda yazırıq kosinus 20 dərəcə. Bunu yazdım. Çıxaq. Mötərizənin də yerinə yazıram kosinus 20. Bunlar da çıxanda islah olur. Yerdə qalır 0. Bu da verilibdir A variantında. Sonra baxaq növbəti 15-ci suala. Kosinus 47 dərəcə. Kosinus 47 dərəcə. Üstə gələk. Kosinus 73 dərəcə. Bölək. Sinus 77 dərəcə. Sinus 77 dərəcə. İfadənin qiymətini hesablayın. Sürətdəki kosinusun cəmidir. Bunu keçirsək olur 2 dənə kosinus. Toplayanda eləyir 120 dərəcə. 2-yə böləndə 60 dərəcə. Vuraq. Çıxanda 73 dərəcədən 47 dərəcə çıxanda yerdə qalır 26 dərəcə. 2-yə də böləndə
olur kosinüs 13 dərəcə. Kosinüs 13 dərəcə. Məxrəcdəki sinüs 77-ni mən çevirmə düsturundan istifadə edib yaza bilərəm ki, kosinüs 13 dərəcəyə bərabərdir. Sürətdəki kosinüs 13 ilə məxrəcdəki kosinüs 13 getdi. Qaldı 2 dənə kosinüs 60. Bu da 2 vuraq. Kosinüs 60-da 2-də 1 deməkdir. 2-ni 2-də 1-ə vuranda eləyər 1. C variantı. Sonra növbəti 16-cı suala baxaq. 16-cı sualda verib sinus 87 dərəcə. Çıxaq sinus 27 dərəcə. Sinus 27 dərəcə. Bölək sinus 33 dərəcə. Sürətdəkini çevirirəm. Yaza bilərik 2 dənə sinus. 87-dən 27 çıxanda 62-yə böləndə 30 dərəcə. Vuraq kosinus. Toplayanda 87 ilə 27-ni eləyər 114. Bunu da 2-yə böləndə eləyər 57 dərəcə. Məxrəcdəki sinus 33-ü də çevirmə düsturundan bilirik ki, yaza bilərik kosinus 57 dərəcə. Sürətdə də kosinus 57, məxrəcdə də bunlar ixtisar gedir. Qalır 2 sinus 30, 2 vuraq 2-də 1, bu da eləyər 1. A variantına verilibdir. Sonra növbəti 17-ci suala baxaq. Verib sinus 45 dərəcə, sinus 45 dərəcə. Çıxaq sinus 15 dərəcə. Vuraq kosinus 15 dərəcə. İfadəsinin qiymətini hesablayın. Mən əvvəlcə sinus 45-in qiymətini bilirəm. Daha doğrusu heç bilməsək də onu olduğu kimi saxlayaq. Sinus 45-i. Yəni mötərizəni vurub açıram. Kosinus 15-i bir dəfə buna vururam. Bir dəfə də buna vururuq. Olur yanında kosinus 15 dərəcə. Çıxaq sinus 15 dərəcə. Vuraq kosinus 15 dərəcə. Bərabərdir. Kosinus 15 dərəcə sinus 75 dərəcəyə uyğundur. Yəni buradakı kosinus 15-in yerinə yaza bilərik sinus 75 dərəcə. Onda ifadə olar belə. Sinus 45 dərəcə vuraq sinus 75 dərəcə. Çıxaq sinus 15 kosinus 15 də var. Bunu da belə yaza bilərik. 2-yə vurub 2-yə bölərəm. Olar 2-də 1 vuraq 2 sinus 15 kosinus 15. Fikir verin bura. Bu 2 ilə bu 2 ixtisar gedəndə yenə eyni şey olur. Buradakını hasildən keçirdək fərqə və yaxud da ki, hasilin cəmə keçmədə deyirlər buna. Ona keçirdək. Bərabərdir. Yaza bilərik 2-də 1 mötərizədə kosinus 75-dən 45 çıxanda yerdə qalır 30 dərəcə. Çıxaq kosinus 75-in üstə 45 gələndə bu da eləyər 120 dərəcə. Bunu yazdıq bura. Çıxaq. Digər tərəfdə də var 2-də 1. Buradakı 2 sinus 15 kosinus 15 bizə 2 qat arqumentlə məlumdur ki, sinus 30 dərəcə deməkdir. Sinus 30 dərəcə. Onda aldıq burada 2-də 1 sinus 30 dərəcə. Bərabərdir. İndi hər birinin qiymətini bilirik. Yerinə yaza bilərik və yaxud da biraz da sadələşdirə bilərik. 2-də 1 olduğu kimi saxlayıram. Kosinus 30 dərəcəni olduğu kimi saxlayıram. Kosinus 120-ni belə yaza bilərik. Üstə gələk sinus 30 dərəcə. Kosinus 120 yəni ikinci zürübüdür 120. 90 üstə gəl yazdığımıza görə adın dəyişir. Sinus olur və 30 dərəcədə yerində. Çıxaq 2-də 1 sinus 30 dərəcə. İndi əvvəlki mötərizəni açıram. 2-də 1 kosinus 30-a vururam. Olur 2-də 1. Kosinus 30-da da alır kök 3 böl 2. Üstə gəl. 2-də 1-i sinus 30-a vururam. Olduğu kimi saxlayıram. 2-də 1 sinus 30. Burada da çıx 2-də 1 sinus 30 var. Onu da bunun yanına yazıram. Çıx 2-də 1 sinus 30 dərəcə. 2-də 1 sinus 30 mənfi müsbət bunlar islah olur. Bu 2-də 1-i də kök 2 böl 2-yə vuranda olur 4-də kök 3. 4-də kök 3 harda verilibdir? E variantında. Sonra baxaq növbəti 18-ci suala. Kosinus 15 dərəcə üstə gələk sinus 15 dərəcə bölək kosinus 15 dərəcə çıxaq sinus 15 dərəcə. İfadəsinin qiymətini hesablayan.
Sürətdəki kosinüs 15-i, məxrəcdəki kosinüs 15-i hər ikisini yaza bilərəm. Sinus 75 dərəcə. Yanında da sinus 15 dərəcə var. Məxrəcdə də yazıram sinus 75 dərəcə. Çıxaq sinus 15 dərəcə. Sürətdəki cəmin hasilə keçmə düsturundan istifadə edib belə yaza bilərik ki, 2 dənə sinus 15 ilə 75-in cəmi 92-yə böləndə 45 dərəcə. Vuraq. Deməli, kosinus bunların fərqi 75-dən 15 çıxanda 62-yə böləndə 30 dərəcə. Məxrəcdə də yazırıq 2 sinus 75-dən 15 dərəcə çıxanda 62-yə böləndə 30 dərəcə. Vuraq kosinus 75-dən üzərinə 15 gələndə 92-yə böləndə 45 dərəcə. Bərabərdir. Burada 2 var, burada da 2 var. Bu ikiləri ixtisar aparırım. Sinus 45-i kosinus 45-ə böləndə bizə verir tangens 45 dərəcəni. Vuraq. Kosinus 30-u da sinus 30-a böləndə bizə verir deməli kotangens 30 dərəcəni. Bu da bərabərdir. Tangens 45-də alır 1, yəni qiyməti 1-dir. Kotangens 30-da da alır deməli kök 3. Biri də kök 3-ə vursaq dəyişməz, yenə kök 3 eləyər. Bu da D variantı. Baxaq 19-cu suala. F2 bərabərdir kosinus 2 vuraq kosinus 2 üstə gələk pi bölünsün 3. İfadəsinin ən böyük qiymətini tapın. Bunu da hasildən cəmə keçiririk. Olur 2-də 1 kosinus x-lə x plus 3-ü toplayanda eləyir 2x plus 3. Onu da yazıram bura. 2x plus pi bölü 3 üstə gələk kosinus x-dən bunu çıxıram. X-dən çıxanda x-i bir də pi bölü 3'ü. Buradan x-lər gedir. Qalır mənfi pi bölü 3. Və kosinusda cüt funksiyadır. Elə tərkibinə müsbət pi bölü 3 yaza bilərik. Bərabərdir. İndi bunu sadələşdirirəm. Buradakı 2-də 1'i bir dəfə götürüb buna vururuq. Alırıq 2-də 1 kosinus 2x üstə gələk pi bölü 3. 2-də 1'i bir dəfə daha vururam kosinus 60 dərəcəyə. Üstə gələk 2-də 1 kosinus 60 dərəcədə alır 2-də 1. Bunu da yerinə yazdım elə birbaşa. Biraz da sadələşdirəndə alırıq belə 2-də 1 kosinus 2x üstə gələk pi bölünsün 3 üstə gələk 4'də 1. Və burada argument nə olur olsun, argumentin qiymətindən asılı deyil. Buradakı kosinusun maksimum və minimum qiymətləri, yəni aralıq mənfi 1 müsbət 1 aralıqdır. Bunu da 2-də 1'ə vuranda alırsınız mənfi 2-də 1 müsbət 2-də 1. Üzərinə də 4'də 1 gəlirik. Mənfi 2-də 1'in üzərinə 4'də 1 gələndə alırıq mənfi 4'də 1. 2-də 1'in üstə 4'də 1 gələndə alırıq 4'də 3. Ən böyük qiymətini istəyir. Bu da 4'də 3 eləyir. Sonra baxaq növbəti 20-ci sual. 20-də də ən kiçik qiymət istəyir. Demək olar ki, eyni tip sualdır. F2 bərabərdir sinus 2 vuraq kosinus 2 üstə gələk pi bölünsün 6. Funksiyasının ən kiçik qiymətini tapın. Bunu da yazırıq belə 2'də 1. Burada yazırıq sinus x-in üstə x gələndə eləyir 2x üstə də pi bölü 6 gələndə olduğu kimi qalır. Üstə gələk sinus x-dən x çıxanda bu belə olur da x çıx pi bölü 6. X-dən x çıxanda gedir qalır mənfi pi bölü 6. Bunu da yazıram bura. Mənfi yəni 30 dərəcə. Buranı da silim düzəldim. Aha, bərabərdir. Təzədən 2'də 1'i bura vurub açırıq. Alınır 2'də 1 sinus 2x üstə gələk 30 dərəcə. Buradakı mənfini qarşıya çıxarırıq. Sinus tək funksiyadır deyə. Olur çıxaq. 2'də 1'i buna qayıdıb vursaq alarıq 2'də 1. Sinus 30 dərəcədə nə alır? Elə 2'də 1. Bu da bərabərdir. 2'də 1 sinus 2x üstə gəl 30 dərəcə. Çıxaq 4'də 1. Və buradakı argument nə olursa olsun sinus nə almalıdır? Mənfi 1 müsbət 1 aralığı. Bunu da 2'də 1'ə vursaq, qarşısında 2'də 1 var axı, alırıq mənfi 2'də 1 müsbət 2'də 1. Yanında da çıx 4'də 1 var. Mənfi 2'də 1'dən 4'də 1 çıxanda
Alırıq mənfi 4-də 3. 2-də 1-dən 4-də 1 çıxanda alırıq 4-də 1-in ilə özünü. Və bizdən istədiyi bunun ən kiçik qiymətidir. Ən kiçik qiymətdə bu mənfi 4-də 3-ü qeyd edə bilərik. Cavab oldu D variantı. Sonra baxaq növbəti 21-ci suala. 21-ci sualda verib sinus alfa üstə gələk sinus 3 alfa bölək kosinus alfa üstə gələk kosinus 3 alfa vuraq 1 üstə gələk kosinus 4 alfa. Birinci kəsri sadələşdirək. Deməli, bunu aşağıdan yazım. Sürəti yazırıq 2 dənə sinus. Alfa ilə 3 alfanı toplayanda 4 alfa, 2-yə böləndə 2 alfa. Kosinus 3 alfadan alfa çıxanda 2 alfa, 2-yə də böləndə alfa. Məxrəci də yazırıq 2 kosinus. Alfa ilə 3 alfanı toplayanda 4 alfa, 2-yə də böləndə 2 alfa. Vuraq kosinus 3 alfadan alfa çıxanda 2 alfa, 2-yə də böləndə alfa. Yanında da var 1 üstəcək kosinus 4 alfa. Burada kosinus alfa ixtisar gedir, 2'lər də ixtisar gedir. Yerdə qaldı sinus 2 alfa, sinus 2 alfa bölək kosinus 2 alfa. Vuraq. Buradakı kosinus 4 alfanı yaza bilərik kimi 2 qat arqument düsturundan. Yazaram 1 üstəcək. Kosinus 4 alfanı yaza bilərik 2 kosinusun kvadratı 2 alfa çıx 1. Bildiniz hansı düsturdur bu? Kosinus 2 alfanın düsturu. Yəni 2 kosinus kvadratı alfa çıx 1 ilə yazdıq. Burada da alfa bucaq 4 alfa deyə yarısı oldu. Buradan plus minus 1'lər gedir. Burada kosinus 2 alfanın biri var. Buradan da bunun kvadratını silə bilərik. Onda yerdə qaldı sürətdən sinus 2 alfa. Buradan da 2 kosinus 2 alfa qalıb. 2'ni buraya yazıram. Kosinus 2 alfanı da bura. Və bu da 2 sinus alfa kosinus alfa 2 qat arqumentlə sizə daxildir ki, sizə məlumdur ki, sinus 4 alfadır. Sinus 4 alfada A variantına verilibdir. Növbəti baxaq 22-ci suala. 22-ci sualda verib sinus alfa çıxaq sinus 3 alfa bölək kosinus alfa çıxaq kosinus 3 alfa. Vuraq. Sürətdə 1 minus kosinus 4 alfa. Məxrəcdə də 2. İfadəni sadələşdirin. Əvvəlcə başlayaq birinci kəsirdən. Birinci kəsirin sürətini fərqin hasıla keçmədən istifadə edib yaza bilərik ki, 2 dənə sinus alfadan 3 alfa çıxanda eləyir mənfi 2 alfa. 2'yə də böləndə mənfi alfa, mənfi alfa. Kosinus alfa ilə 3 alfanı toplayanda eləyir 4 alfa. 2'yə də böləndə 2 alfa. Məxrəcdəki də mənfi 2 sinus alfadan 3 alfa çıxanda eləyir 2 alfa. 2'yə böləndə mənfi alfa. Yenə sinus alfa ilə 3 alfanı toplayanda 4 alfa. 2'yə də böləndə 2 alfa. Vuraq. Sürətdəkini yenə 2 qat arqumentdən sadələşdiririk. 1 çıxaq. Buradakı kosinus 4 alfanın yerinə yazıram 1 çıxaq 2 sinus kvadratı 2 alfa. Bölək 2. Burada fikir verin nələri ixtisara apara bilərik. Sinus mənfi alfa var. Burada da sinus mənfi alfa var. Bunları sildim getdi. Burada 2 var. Burada da 2 var. Bunu sildim. Amma mənfisi qaldı. Onda birinci kəsirdən mənfi kosinus 2 alfa bölək sinus 2 alfa aldıq. İkincidə isə mötərizəni açsaq alarıq 1 çıxaq. 1 üstə gələk 2 sinusun kvadratı 2 alfa bölək 2. Bu plus minus 1'lər gedir və bu 2'lər də ixtisar gedir. Yerdə qalır sinus kvadratı 2 alfa. Onu da yazıram bunun yanına sinusun kvadratı 2 alfa. Buradan sinus alfanın sinus 2 alfanın birindən bunun kvadratını silirəm. Qalır mənfi sinus 2 alfa kosinus 2 alfa. Bunu da hər tərəfini 2'yə vurub bölürəm. 2'yə vurduq və məxrəcdə də 2 yazıq. 2 sinus 2 alfa kosinus 2 alfa bizə verər sinus 4 alfanı. Qarşıda da mənfi var. Yazıram. Məxrəcdə də 2 var. Aldıq mənfi 2'də 1 sinus 4 alfa. Bu da E variantında var. Sonra növbəti 23-cü suala baxaq. 23-cü sualda verib kosinus 40 dərəcə 1 minus 2 kosinus 80 dərəcə ifadəsinin qiymətini hesablayın.
Əvvəlcə bu verilmiş mötərizəni açıram. Kosinus 40-ı 1-ə vursaq, alarıq kosinus 40 dərəcə. Çıxaq, kosinus 40-ı da vururam bura, eləyir 2 dənə kosinus 40 dərəcə və kosinus 80 dərəcədə var, bərabərdir. Birinci kosinus 40-ı olduğu kimi saxlayıram. Çıxaq, 2-ni də saxladıq. Burada kosinus 40-ı kosinus 80-ə vuranda eləyir 2-də 1. Deməli, kosinus 40 ilə 80-i toplayanda eləyir 120 dərəcə. Üstə gələk. 40 ilə 80 fərqi də eləyir 40 dərəcə. Bunu da yazıram belə. Bərabərdir. Burada 2 ilə 2-də 1 buradakı ixtisar getdi. Kosinus 40 dərəcə var idi. Qarşıda mənfi var. Mənfiyə görə bu mötərizə əksinə açılır. Olur mənfi kosinus 120 dərəcə. Mənfi kosinus 40 dərəcə. Və buradan kosinus 40'lar əks işarəliyə gedir. Qalır mənfi kosinus 120. Mənfi kosinus 120. Mənfi kosinus 120'dir. Bunu da çevirmə düsturundan istifadə edib yaza bilərsiniz ki, mənfi kosinus 90 dərəcə üstə gələk 30 dərəcə. Və bu da 90 dərəcədə. Mənfi saxlayıram. 90 dərəcədə adını dəyişdirir. Olur sinus 30 dərəcə. Və 120 ikinci rübdür. İkinci rübdə də kosinus mənfidir deyə. Bir mənfi də burada var. Olur müsbət. Sinus 30'da da nə alır? 2-də 1. 2-də 1 də 0,5'dir. B variantı. Sonra baxaq 24-cü suala. 24-cü sualda da verilib ki, sinus 50 dərəcə. Sinus 50 dərəcə. 1 minus 2 kosinus 80 dərəcə. İfadənin qiymətini hesablayın. Deməli, buradan nətər yazaq? Yenə mötərizəni vuraq, açaq. Sinus 50-ni 1-ə vursaq, yenə eləyir sinus 50 dərəcə. Digərinə də vursaq, 2 sinus 50 dərəcə, kosinus 80 dərəcə. İfadənin qiymətini tapaq. Buradan deməli, sinus 50 olduğu kimi saxlayıram. Sinus 50 dərəcə olduğu kimi qalsın. Çıxaq, 2 də olduğu kimi qalsın. Bu 2 dənə hasili çevirirəm. Olur belə 2-də 1 sinus 50 ilə 80 toplayanda eləyir 130 dərəcə. Üstə gələk sinus 50-dən 80 çıxanda eləyir mənfi 30 dərəcə. Bərabərdir. Sinus 50 olduğu kimi qalır. Buradakı 2 ilə bu 2 ixtisar gedir. Qarşıda mənfi var deyə mötərizələr tərsinə açılır. Daha doğrusu əksinə açılır. Olur mənfi sinus 130 dərəcə. Buradakı sinus mənfi 30 da əks olur. Olur mənfi sinus mənfi 30 dərəcə. Bərabərdir. Sinus 130 dərəcə çevirmə düsturundan sizə məlumdur ki, sinus 50 dərəcə deməkdir. Buradakı sinus 50 ilə bu islah olur, gedir bu qarşıdakı mənfiyə görə. Qalır mənfi sinus mənfi 30 dərəcə və buradakı bu mənfini də sinus təşdiyə qarşıya çıxara bilərsiniz və ikisi də bir yerdə müsbət eləyər. Sinus 30 da nədir? 2-də 1 alırıq. 2-də 1 yəni 0,5 D variantı. Sonra baxaq 25-ci suala. Daha doğrusu baxmayaq. 25 elə 23, 24, 25 eyni tip sualdır. Baxaq 26-ya. 26-cı sualda verib 4 sinusun kvadratı 18 dərəcə, üstə gələk 2 sinus 18 dərəcə, üstə gələk 2,5 ifadəsinin qiymətini tapın. Bizə ümumən məlumdur ki, dərəcəni aşağı salma düsturlarından deməli sinusun kvadratı 18 dərəcə bərabərdir 1 çıxaq kosinus 36 dərəcə bölək 2. Mən onda burada sinus kvadratı 18-in yerinə bunu yazıram. Olur belə 4 vuraq. Məxrəcdə 2, sürətdə 1 minus kosinus 36 dərəcə. Üstə gələk 2 sinus 18 dərəcə də var. Üstə gəlirəm 2,5-də. Və burada 2 ilə 4 ixtisar gedir. Burada qalır 2. 2-ni də bunlara vuranda alıram bir dəfə 2 bərabərdir 2. Çıxaq 2 kosinus 36 dərəcə. Üstə gələk 2 sinus 18 dərəcə. Üstə gələk 2,5. 2,5 ilə 2 də toplanır. Olur 4,5. Yerdə qalanda köçürdürəm. 2 sinus 18 dərəcə. Çıxaq
Bunu da yazırıq. Kosinüs 36 sinus 54 deməkdir. Bunu da yazıram. Sinus 54 dərəcə bərabərdir. 4,5 olduğu kimi qalsın. Burada 2-ni ortaq çıxardıram. Yerdə qalır sinus 18 dərəcə. Çıxaq sinus 54 dərəcə. Və indi gəlirəm kənardan sinus 18 dərəcə. Sinus 18 dərəcə. Çıxaq sinus 54'ü hesablayıram. Bunu da fərqin hasilə keçmə düsturundan istifadə edirəm. Olur belə 2 sinus 18 dərəcədən 54 dərəcə çıxanda eləyir -36. 2 də böləndə -18 dərəcə. Kosinus toplayanda eləyir 72 dərəcə. 2 də böləndə 36 dərəcə. Bərabərdir. Daha doğrusu bərabər deyil. İndi buradan sadələşmə aparıram. Bu mənfini çıxardıram qarşıya. Olur belə -2 sinus 18 dərəcə. Buradan da yazıram kosinus 36 dərəcəni. Deyəcəm indi niyə belə yazdım. Bunun hər tərəfini, yəni bu kəsirdir də, məxrəci 1 olan kəsirdir. Bunun sürətində, məxrəcində mən kosinus 18'ə vururam. Burada kosinus 18 əlavə edirəm. Bu boş bıraxdığım yerə də kosinus 18 əlavə edirəm. İndi buradakı bu işarə qoyduğum 3 dənə hədki var. Baxın, bu bizə düstur verir. Sinus 2 alfanın düsturu. Qarşıda mənfi olmaqla mənfi yazıram. Məxrəcdə kosinus 18 dərəcə var. Kosinus 18 dərəcə var. 2 sinus 18 kosinus 18 bizə verir sinus 36 dərəcəni. Yanında da var kosinus 36 dərəcə. Təzədən 1 də 2'yə vurub 2'yə bölürəm ki, sürəti düstura gətirə bilim. Təzədən -2 sürət eləyir 2 sinus 36 kosinus 36 eləyir sinus 72 dərəcə. Məxrəcdə də var 2 kosinus 18 dərəcə. Aydın məsələdir ki, sinus 72 deməkdir. Və buradan sinus 72'lər ixtisar gedir. Qalır -2'də 1. Deməli onda biz bu mötərizənin yerinə -2'də 1 yazmalıyıq. Olur belə 4,5 çıxaq. Bu mənfiyə görə bu aşağıda -2'də 1 var. Onu mənfisini yazdım burada. 2 vuraq 2'də 1. Bu 2 ilə 2 gedir. 4,5'dən 1 çıxanda alırıq 3,5. 3,5 də verilib C variantında. Sonra baxaq növbəti 27-ci suala. 27-ci sualda verilib ki 4 kosinusun kvadratı 72 dərəcə üstəgələk 2 kosinus 72 dərəcə çıxaq 1 ifadəsinin qiymətini hesablayın. Burada yenə birbaşa yazaq elə. Deməli kosinus kvadratı 72 bizə verir 4 sinusun kvadratı 18. Üstəgələk digəri 2 sinus 18 dərəcə deməkdir. Çıxaq 1. Biz səhv etmirəmsə yuxarıda bunu hesablamışdıq. Baxın burada 4 sinus kvadratı 18 üstəgəl 2 sinus 18. Bunu biz burada yuxarıdakı misalda bu hissəsini sadələşdirmişik. Yəni həmin mexanizmi burada tətbiq etməliyik indi. Deməli neyniyək əvvəlcə? Deməli bunu silim. Yəni deməyim odur ki, orasını izah etməsəydik də olardı. Sadəcə indi bəzən misallarda sizə lazım olur deyə bunu da özəl olaraq, yəni bir-bir yazmağa çalışıram misalları. Burada yazırıq. Bayaqki misalda necə yazmışdıqsa elə 4'ü olduğu kimi saxlayıram. Sinus kvadratı 18'in yerinə yazıram 2'də 1 çıxaq kosinus 36 dərəcə. Yarım arqument düsturuna görə. Üstə gələk 2 sinus 18 dərəcə olduğu kimi qalır. Çıxaq 1. Bərabərdir. Bu 2 ilə 4 ixtisar gedir. Qalır burada 2. 2'ni də bu 2 dənə həddə vuranda alırıq. 2 çıxaq 2 dənə kosinus 36 dərəcə. Üstə gələk 2 dənə sinus 18 var idi. Çıx 1. 2'dən 1 çıxanda alırıq 1. Yazıram aşağıdan 1. Üstə gələk 2'ni kənara çıxarsaq qalır sinus 18 dərəcə. Kosinus 36'da sinus 54. Yazıram çıx sinus 54 dərəcə. Sinus 18'dən sinus 54'ü çıxanda biz bayaq yuxarıda hesabladıq. -2'də 1 aldıq. Və bu -2'də 1'i gətirib burada yerinə yazıram. Alıram 1
Çıxaq 2 vur 2-də 1. Buradan 2 ilə 2 ixtisar gedir. 1-dən 1 çıxanda alırıq 0. Deməli, burada cavab D variantıdır. Sonra baxaq növbəti 28-ci suala. 28-ci sualda verilib ki, 2 bölək sinus 1 dərəcə. Sinus 1 dərəcəni olduğu kimi saxlayırıq hələ ki. Sinus 87 dərəcə var. Burada axırdakı sinus 93-ü onun yanına gətirib yazıram. Olur çıx sinus 93. Sonra sinus 61 var. Sonra sinus 61 dərəcəni yazıram. Çıxaq sinus 59 dərəcə. Bilirik ki, toplamların yeri dəyişəndə cəm dəyişmir. Buradan qalır 2 bölək sinus 1 dərəcə. İndi bu 2 dənə həddi sinusun çıxmasını tətbiq edirəm. Alırıq belə 2 sinus 87-dən 93 çıxanda mənfi 6, 2-də böləndə mənfi 3 dərəcə. Vuraq kosinus. Toplayanda 87 ilə 93-ü 180 eləyir. 180 də 2-yə böləndə alırıq 90 dərəcə. Üstə gələk. Bu ikisini bir qruplaşdırırıq. Yazırıq 2 sinus 61-dən 59 çıxanda 2, 2-yə də böləndə 1 qalır. Vuraq kosinus 61-dən 59-u toplayanda eləyir 120, 2-yə də böləndə 60 dərəcə. Və kosinus 90-da 0 alır deyə, onda bu vuruq ümumən 0 olur. Yerdə qalır bu. Burada da sadələşdirmə apara bilərik. 2 bölək sinus 1 dərəcə. Vuraq. Buranı sadələşdirirəm. 2 olduğu kimi qalır. Sinus 1 də olduğu kimi qalır. Kosinus 60-ın qiymətini də bilirik. 2-də 1-dir. Və burada sinus 1 ilə sinus 1 ixtisar gedir. 2 ilə də 2 ixtisar gedir. Sürətdə qalır bir dənə 2. O da bizim cavab eləyir D variantı. Sonra baxaq növbəti 29-cu suala. 29-cu sualda verilib ki, kosinus 10 dərəcə. Kosinus 10 dərəcə. Çıxaq kosinus 30 dərəcə. Bölək tangens 10 dərəcə. Üstə gələk tangens 40 dərəcə. İfadəni sadələşdirin. Sürəti biraz sadələşdirək. Deməli, hasilə keçməklə yaza bilərik ki, mənfi 2 sinus 10-dan 30 çıxanda mənfi 20, 2-yə də böləndə mənfi 10 dərəcə. Sonra yenə yazırıq sinus 10-dan 30-u toplayanda 40 dərəcə, 2-yə də böləndə eləyir 20 dərəcə. Məxrəcdəki tangens 10, üstə gəl tangens 40 dərəcə. Bunu aşağıdan yazıram belə, sinus 10 dərəcə, böl kosinus 10 dərəcə. Üstə gəl tangens 40-da sinus 40 dərəcə, böl kosinus 40 dərəcə deməkdir. Ortaq məxrəc eləyəndə alırıq burada kosinus 10 dərəcə və kosinus 40 dərəcə. Sürətdə qalır sinus 10, kosinus 40, kosinus 10, sinus 40. Yəni bu da sinus 50 dərəcə deməkdir. Sinusun toplama düsturudur. Onda məxrəcdəki bu tangenslərin cəmi belə yaza bilərik. Sinus 50 dərəcə bölək kosinus 10 dərəcə vuraq kosinus 40 dərəcə. Və sinus 50 dərəcə kosinus 10-a bərabər deyib bunları ixtisar aparıram. Və bu kosinus 10 da fırlanıb kəsir-kəsirə bölmədən gəlib çıxır sürətə. Onda alırıq belə. Mənfi, heç mənfini də çıxaraq buradan. Burada mənfi var deyə bu mənfi ilə bu mənfi sinus təşdiyə qabağa çıxarıb silə bilərik. Qalır elə müsbət 2 sinus 10 dərəcə. Məxrəcdən bir dənə kosinus 10 dərəcə gəldi bunun yanına. Bir dənə də sinus 20 dərəcə var. Burada fikir verirsiniz 2 sinus 10 dərəcə kosinus 10 dərəcə bizə verir sinus 20 dərəcəni. Yanında da bir dənə sinus 20 var. Deməli bu olur kvadrat. Sinusun kvadratı 20 dərəcə B variantı. Sonra baxaq 30-cu suala. 30-cu sualda verib kosinus 92 dərəcə, kosinus 2 dərəcə, üstə gələk 0.5 2-də 1 deməkdir də. 2-də 1 sinus 4 dərəcə, üstə gələk 1. İfadəsinin qiymətini hesablayan kosinus 92 dərəcə, kosinus 92 ikinci rübətçi və ikinci rübət kosinus mənfidir. Qarşıya mənfi gəlir. Çevirməklə sinus 2 dərəcə eləyir. Yanında da kosinus 2 dərəcə var. Üstə gələk. Burada 2-də 1 olduğu kimi qalır. Sinus 4'ü yaza bilərik kimi. 2 dənə sinus 2, kosinus 2. Üstə gələk 1. Burada 2'lər ixtisar gedir. Fikir verirsiniz nəyə? Burada sinus 2, kosinus 2. Burada da sinus 2, kosinus 2. Biri mənfi,
biri müsbət. Bunlar islahı olur. Yerdə qalır sərbəst ədəd, yəni bir dənə 1 qalır. Sərbəst ədəd deyənmək ki ona, çünki bu ədədi ifadədir onsuz da. Cavab olur D variantı. Sonra baxaq 31-ci suala. 31-ci sualda verib ki, kök altında 2 vuraq kosinus 57 dərəcə. Elə birbaşa sadələşdirək bu kosinus 57, kosinus 33 cəmini. Bunu yaza bilərik. 2 kosinus 57 ilə 33-ü toplayanda eləyir 90, 2-yə böləndə 45 dərəcə. Vuraq kosinus 57-dən 33 çıxanda 6, 2-yə də böləndə qalır 3 dərəcə. Bölək. Məxrəcdə sinus 39 var. Sinus 39 dərəcə, bunu olduğu kimi saxlayaq. Sinus 39 dərəcə. 39 dərəcə. Vuraq sinus 51-in yerinə yazaq kosinus 39 dərəcə. Bərabərdir. Sürətdəki kök 2-ni olduğu kimi saxlayıram. Yanında da 2 var. Kosinus 45-i də bildik. Kök 2 böl 2-dir. Kosinus 3 də olduğu kimi qalsın bunların yanında. Sinus 39, kosinus 39. Bunu da deməli nətər yazaq. Sürəti bir dənə əlavə 2-yə vururam. Məxrəci də 2-yə vururam. Olur 2. Kosinus 39 dərəcə. Və yanında da sinus 39 dərəcə var. Və burada kosinus 3 eləmir. Mən bunu nətər çıxıb 3 yazmışam bura. 57-dən 33 çıxanda yerdə qalır 24 dərəcə. Bunu düzəldim. Buradakını da düzəldək. Bu da gedir. Yerdə qalır 24, hətta 2-yə də böləndə 12. Biz 2-yə də bölməliydik. Onda bunu yazaq 12. Burada yazıram 12 dərəcə. Bunu düzəltdik. Bərabərdir. Sürətdə var nələr? Deməli, bu 2 ilə bu 2 ixtisar gedir. Burada kök 2 ilə kök 2 eləyir 2. Burada da 1, 2 var, eləyir 4. Yanlarında var kosinus 12 dərəcə. Məxrəcdəki 2 kosinus 39, sinus 39 bizə sinus 2 alfanın düsturunu verir. Yəni eləyir sinus 78 dərəcə. Sinus 78 də kosinus 12 ilə ixtisar gedir, yəni eynidir. Qalır burada 4-ün özü A variantı. Sonra baxaq 32-ci suala. 32-ci sualda verib ki, alfa bərabərdir. Pi bölünsün 8-dir. Sinus alfa üstə gələk. Sinus 3 alfa bölək. Kosinus alfa üstə gələk. Kosinus 3 alfa. İfadəsinin qiymətini tapın. Sürəti yazarıq belə. 2 sinus toplayanda 4 alfa, 2-yə də böləndə 2 alfa. Vuraq kosinus çıxanda eləyər 2 alfa, 2-yə də böləndə alfa. Məxrəcdəki də eləyər 2 kosinus, toplayanda 4 alfa, 2-yə böləndə 2 alfa. Kosinus çıxanda 2 alfa, 2-yə də böləndə alfa. Buradan 2-lər ixtisar gedir. Kosinus alfalar da ixtisar gedir. Sinus 2 alfanı kosinus 2 alfaya böləndə qalır tangens 2 alfa. Bərabərdir. Tangens 2 olduğu kimi qalsın. Alfanın pi böl 8 yerinə yaza bilərik. 2 ilə də 8 ixtisar gedir. Qalır tangens pi böl 4. Yəni 45 dərəcə. Bu da 1 deməkdir. D variantı. Sonra 33-cü suala baxaq. 33-cü sualda verib ki, sinus 0.5 nə deməkdir? 2-də 1 deməkdir. Yəni olur pi böl 2. Üstə gələk x. Üstə gələk kosinus pi minus 3x. Bölək. Məxrəcdə də 1 minus kosinus. Kosinus mənfi 2x ilə kosinus müsbət 2x deməkdir. Çünki kosinus cüt funksiyadır. Burada da çıxaq 2 kosinus x var. İfadəni deyir sadələşdirin. Birinci çevirmə düsturuna sürət sadələşdirək. Pi böl 2 də bu sinus adını dəyişir. Olur kosinus. Pi böl 2-nin üstə nəsə gəlmiş, ikinci rübə düşüb və ikinci rübdə sinus müsbətli olduğu kimi qalır. Bucaqda x. Pi-də kosinus adını dəyişdirmir. Qalır yenə kosinus. Bucaqda 3x-dir. Pi-dən nəsə çıxanda ikinci rübə düşür və ikinci rübdə də kosinus mənfi deyə bura qarşıya mənfi yazıram. Məxrəcdə 1 minus kosinus 2x var. Bu kosinus 2x-in yerinə biz 1 çıxaq 2 sinus kvadrat yaza bilərik. 1 çıxaq 2 sinus kvadratı x yaza bilərik. Burada 1 var, bu 1 ilə islah olur. Burada mənfi, mənfi, ikisi eləyər müsbət. Yəni məxrəcdə qalır 2 dənə sinus kvadratı x. Bura kvadratda yazım. Çıxaq. Burada da var 2 dənə kosinus x bərabərdir. İndi sürəti təzədən biz yazırıq fərqin hansıda keçmə düsturundan. Yazarıq mənfi 2 sinus x-dən 3x çıxanda mənfi 2x, 2-yə də böləndə mənfi x. Yenə sinus toplayanda 4x, 2-yə böləndə 2x.
bölək 2 sinus kvadratı 2 sinusun kvadratı x minus 2 kosinus x. Buradan x 2'lər ixtisar gedir və bunun kvadratından hələ ona dəyməyək. Buradakı mənfini ataq qabağa, buradakı mənfi ilə getsin. Yəni onda bu mənfi silinir, bu mənfi də silinir, ikisi müsbət eləyir. Burada sinus x var. Bundan buradakı bunu silə bilərik rahatlıqla. Onda alırıq belə. Sürətdə aldıq sinus 2x. Onda yaza bilərik 2 sinus 2 kosinus x kimi. Məxrəcdə də bir dənə sinus x qalıb. Çıxaq 2 kosinus x də var. Və buradan sinus x-lər gedir. Qalır 2 kosinus x. Buradan da bir mənfisi burada var. Qalır 0. E variantı. Sonra baxaq növbəti 34-cü suala. 34. 34-də verib ki, kök altında 2 minus. Buradan mənfini çıxaram qabağa, qalır sinus alfa. Üstə gələk kosinus alfa. Bölək sinus alfa. Çıxaq kosinus alfa. İfadəni sadələşdirin. Siz bunu bir neçə üsulla yaza bilərsiniz. Ən əlverişlisi köməkçi bucaq daxil etməklə sadələşdirməkdir. Yəni onu da qısa şəkildə burada aşağıda qeyd edeyim. A sinus 2 üstə gələk b kosinus 2 bərabərdir. Kök altında a kvadrat üstə gəl b kvadrat. Vuraq sinus 2 üstə gələk arc tangens b bölək a. Burada çıxma olanda burada çıxma yaza bilərsiniz. Və yaxud da bunu belə də yaza bilərsiniz. Kök altında a kvadrat üstə gələk b kvadrat. Bura yaza bilərsiniz kosinus 2. Bura çıxaq, bura plus arc, deməli yazım arc tangens. Burada isə a bölünsün b şəklində. Nəysə, çox uzatmayayım. Bu düsturlarda istifadə etməsəniz də özünüz də çıxara bilərsiniz. Gəlin bunları ayrı-ayrılıqda yazaq, hesablayaq. Birinci mən yazıram sinus alfa üstə gəl kosinus alfanı. Düsturdan istifadə edib rahatlıqla yaza bilərsiniz. Buradan belə eləyirəm. Deməli, burada 1 var, burada da 1 var. 1-in kvadratı 1-in kvadratı eləyər 2, o da kök 2 kimi. Yəni hər tərəfdən 1 bölü kök 2-ni çıxaram. Daha doğrusu kök 2-ni çıxaram qabağa. Kök 2-ni çıxaram qabağa. Burada qalır 1 bölünsün kök 2 sinus alfa. Üstə gələk. Burada da qalır 1 bölünsün kök 2 kosinus alfa. Bərabərdir. Buradan kök 2 olduğu kimi qalsın. Və buradakı 1 bölünsün kök 2-nin yerinə mən yaza bilərəm kosinus 45 dərəcə. Çünki kosinus 45 dərəcədə alır da 1 bölü kök 2. Onda olur belə. Kosinus, sinus alfanı birinci yazım. Sinus alfa kosinus 45 dərəcə. Digərində isə 1 bölü kök 2-nin yerinə mən yazıram sinus 45 dərəcə. Sinus 45-də də 1 bölü kök 2 alır. Onda olur belə. Sinus 45 dərəcə kosinus alfa bərabərdir kök 2. Bu mötərizəni sizi xatırlatmalıdır trigonometrik cəm düsturunu. Yəni sinus alfa üstə gəl 45 dərəcə. 45-in yerinə pi bölü 4 və s. yaza bilərsiniz. Bu oldu belə. Digəri isə sinus alfa çıxaq kosinus alfadır. Bunu da yazıram. Buradan da kök 2-ni çıxarıram kənara. Yerdə qalır 1 bölək kök 2 sinus alfa. Daha doğrusu buradan belə eləyək. Mənfini çıxaraq qabağa. Hətta mənfi kök 2-ni. Mənfi kök 2-ni çıxarıram qabağa. Qalır belə 1 bölək kök 2 kosinus alfa. Çıxaq. Üstəgəl sinus alfa olması üçün 1 bölü kök 2 sinus alfa. İndi fikir verin, bunu açıb sadələşdirsəz əvvəlki vəziyyətinə qayıdar. Bərabərdir. Burada mənfi kök 2 olduğu kimi qalsın. 1 bölü kök 2-nin yerinə yazaq kosinus 45 dərəcə. Burada da 1 bölü kök 2-nin yerinə yazaq sinus 45 dərəcə. Onda alırıq belə. Kosinus alfa kosinus 45 dərəcə. Çıxaq sinus alfa sinus 45 dərəcə. Və bu mötərizənin içi də sizə xatırladır kosinusun cəm düsturunu. Yəni kosinus 45 dərəcə üstə gəl alfa və yaxud da alfa üstə gəl 45. Alfa üstə gəl 45 dərəcə. Aparıb verilənləri yerində yazırıq. Aldığımız bu yuxarıdakı kəsirdə. Deməli, kəsirdə yuxarıda var kök 2. Kök 2-ni yazdıq yerinə. Çıxaq. Deməli, sinus alfa üstə gəl kosinus alfanı almışıq. Kök 2 sinus alfa üstə gəl 45. Alfa üstə gəl 45 dərəcə. Məxrəcdə də var sinus alfa çıx kosinus alfa. Onu da almışıq mənfi kök 2 kosinus
alfa üstəgəl 45 dərəcə bərabərdir. Sürətdə də, məxrəcdə də kökçülər var. Bunları rahatlıqla siz ixtisar apara bilərsiniz. Kökçüləri çıxarıb siləndə yerdə qalır belə 1 minus sinus alfa üstəgəl 45 dərəcə bölək mənfi sinus 45 dərəcə. Mənfi sinus 45 dərəcə. Daha doğrusu sinus 45 niyə yazıq? Biz bunu yazmamalıyıq. Deməli bunu silim. Düzəldim oranı. Qalır kosinus. Kosinus alfa üstəgəl 45 dərəcə. Qarşısında da mənfisi var. Onu da qeyd elədim. Bunun da hər tərəfini deməli vuraq 1 üstəgələk sinus alfa üstəgəl 45 dərəcəyə. Eyni ilə məxrəcdə vururam 1 üstəgələk sinus alfa üstəgələk 45 dərəcəyə. Bu sürətdəki deyilir 1 minus sinus kvadratı. Bu da kosinus kvadrat deməkdir. Onda yaza bilərik sürətdə kosinusun kvadratı alfa üstəgələk 45 dərəcə. Məxrəcdəki də bununla ixtisar aparsaq, onda bunun üzərini 1 vayt azaldıram. Elə 1 yaza bilərik ki, birbaşa alfa üstəgəl 45 dərəcə. Məxrəcdə də mənfi 1 üstəgələk sinus alfa üstəgəl 45 dərəcə. Deyəsən buradan da nəsə olmur. Onda bunu təzədən silim. Çünki təzədən bunu da sadələşdirdiyimizə elə bu əvvəl yazdığımızı sadələşdirsək daha yaxşı olardı. Deməli, indi baxaq görək onu necə sadələşdiririk bu yazdığımızı. Bu böyük ehtimalla tangens və yaxud da kotangensin yarım arqument düsturuna gəlməlidir. Bunu aşağıdan ayrıca yazıram. Sinus alfa üstəgəl 45 dərəcə. Bunu keçirək kosinusa. Bunu belə yaza bilərik. Sinus 90 dərəcə çıxaq 45 dərəcə. Bura çıxaq alfa yazıram. İndi buranı açanda doğru olur. 90'da bu adını dəyişdirir olur kosinus. Bucaq da 45 minus alfa. Bunda alfa minus 45 yaza bilərik də. Kosinus cüt funksiyadır deyə. Onda belə çıxır ki, mən bu yuxarıda yazdığım bunun yerinə belə yaza bilərəm. 1 minus kosinus alfa minus 45 dərəcə. Məxrəcdə də var. Kosinus alfa üstəgəl 45 dərəcə. Bunu da buradan yazıb sadələşdirim. Deməli, kosinus alfa üstəgəl 45 dərəcə bərabərdir. Yazarıq belə. Kosinus 90 dərəcə. 90 dərəcə. Deməli, çıxaq 45 dərəcə. Çıxaq alfa. Bu da bərabərdir. Kosinus 90 dərəcə adını dəyişdirir. Eləyir sinus. Bucaq da 45 dərəcə minus alfadır. Və bu 90'dan nəsə çıxanda gəlib düşür birinci rübə və bu birinci rübdədə deməli kosinus müsbət deyə olduğu kimi qalır. Alırıq burada mənfi sinus 45 minus alfa. İndi fikir verirsiniz nəyə? Bunu yazın buradan sinus 45 minus alfa. Buradakı mənfini sinus təşdiyə bura içəri salıb onun yerini dəyişdirə bilərəm. Onda bu 45 minus alfa deyil. Olur 45 plus alfa. Buranı da düzəldim. Alfa minus 45. Burada olur belə sinus alfa minus 45 dərəcə. Bu alfa minus 45 dərəcələrə də mən bir dənə beta desəm. Bu olur 1 minus kosinus beta. 1 minus kosinus beta bölək sinus beta. Bunu da rahatlıqla sadələşdirə bilərik ki, 1 minus kosinus betanın yerinə yaza bilərəm. 1 minus artıq plus olur. Olur 2 dənə sinusun kvadratı beta. Məxrəcdə də var sinus beta. Onu da yaza bilərik. 2 sinus beta. Daha doğrusu yarım arqument yazmışıqsa sürətdəki betanı 2'yə bölək də. Bura beta bölü 2. Burada da olur 2 sinus beta bölü 2 kosinus beta bölü 2. Buradan birlər gedir, 2'lər də ixtisara gedir. Sinus betanın biri buradan bunlarla ixtisara gedir. Qalır tangens beta bölü 2. Bu gəldi yarım arqumentə. Betanı da biz götürdük alfa minus 45. Onda betanın yerinə yazıram alfa minus 45 bölü 2. Ayrı-ayrı məxrəcdə yazsaq alarıq tangens alfa bölü 2. Pi bölünsün 4'də 2'yə böləndə pi bölünsün 8 eləyir. Cavab olur belə bir şey. Bu da verilibdir D variantında. Düzdür, mən bu misal üçün biraz uzun getdim. Siz düsturu əzbərləyərək yazsınız daha yaxşı olur, nailə gəlir.
Sonra baxaq 35-ci suala. 35-də verib ki, 2 sinus 10 dərəcə, vuraq sinus 40 dərəcə, sinus 40 dərəcə, üstə gələk kosinus 50 dərəcə. 2-ni olduğu kimi saxlayıram. Sinus 10-u sinus 40-a vuranda eləyir 2-də 1 kosinus. Ondan 40 çıxanda eləyir deməli 30. Yazıram 30 dərəcə. Daha doğrusu mənfi eləyir, amma kosinus cüt funksiya deyil, müsbət də yaza bilərik. Çıxaq kosinus toplayanda eləyir 50 dərəcə. Kənarda da bir dənə üstə gələk kosinus 50 var. Kosinus 50 dərəcə var, bərabərdir. Bu 2 ilə 2 ixtisar gedir. Qaldı kosinus 30 dərəcə, kosinus 30 dərəcə. Çıxaq kosinus 50 dərəcə. Üstə gələk kosinus 50 dərəcə. Buradan plus minus kosinus 50'lər gedir, qalır kosinus 30. Bu da kök 3 bölünsün 2 deməkdir. Bu da C variantında var. Sonra baxaq növbəti 36-cı suala. 36-da verilib ki, 2 kosinus 20 dərəcə, kosinus 40 dərəcə, çıxaq kosinus 20. 2 olduğu kimi qalır. Kosinus 20'ni kosinus 40'a vuranda eləyir 2'də 1. Kosinus 20 ilə 40 toplayanda 60 üstəcə, çıxanda da eləyir 20 dərəcə. Kənarda da çıx kosinus 20 var. Və buradan 2 ilə 2'də 1 ixtisar gedir. Qalır kosinus 60, o da 2'də 1 deməkdir. Üstəcə kosinus 20 dərəcə. Yanında da çıx kosinus 20 dərəcə var. Müsbət mənfi bunlar da gedir. Qalır 2'də 1'in özü D variantı. Sonra 37-ci sual. Kosinus 130 dərəcə. Kosinus 130 dərəcə, deməli, üstə gələk sinus 80 dərəcə, çıxaq sinus 20 dərəcə, bərabərdir. Buradakı kosinus 130 olduğu kimi saxlayıram hələ ki. Sinus 80 çıx sinus 20'ni sadələşdirirəm. Bunu yaza bilərik 2 sinus, çıxanda 60, 80'dən 20 çıxanda 60, 2'yə də böləndə 30 dərəcə. Vuraq, kosinus toplayanda 100, 2'yə böləndə 50 dərəcə. Bərabərdir. Kosinus 130'u yaza bilərik. Mənfi kosinus 50 dərəcə. Çünki bunu 180 çıx 50 dərəcə yazsaq və ikinci rübdə mənfi olur. 180'də ad dəyişmir, olur mənfi kosinus 50. Sinus 30 da 2'də 1 deməkdir. 2 ilə də 2'də 1 ixtisar gedir, heç nə qalmır, yəni 1 qalır. Üstə gəl kosinus 50 də var kənarda. Müsbət mənfi kosinus 50 də eləyər 0. Sonra 38-ci suala baxaq. 38-ci sualda verib sinus 20 dərəcə, üstə gələk sinus 40 dərəcə, çıxaq kosinus 10 dərəcə. Kosinus 10'u hələ ki saxlayıram. Sinus 20 ilə sinus 40 sadələşdirəndə eləyir 2 sinus, toplayanda 62'yə böləndə 30 dərəcə. Kosinus çıxanda eləyir 20 dərəcə, 2'yə də böləndə 10 dərəcə. Çıxaq kənarda da kosinus 10 dərəcə var. Buradan 2 ilə sinus 30 gedir, yəni 2 vur 2'də 1 deməkdir bu. Bunlar getdi. Qaldı kosinus 10 çıx kosinus 10. Bu da 0 deməkdir. Verilib A variantında. Sonra baxaq maraqlı suallardan biri 39-cu sual. 39-cu sualda sinus 3 alfa bölü kosinus alfa belə birbaşa götürə bilərsiniz. Bu həmişə belə doğrudur. Nətər həmişə elə doğrudur, onu da deyim. Yəni bu qıraqdakıların cəminin yarısı ortadakını verirsə, hə, onda doğrudur. İndi bunun əsasını yazaq. Sinus 2 alfa çıxaq sinus 3 alfa. Sinus 3 alfanı qıraqda saxlayıb yazacağım, yəni ən axırda. Bunun yanına yazıram sinus 4 alfanı. Çıxaq sinus 3 alfa yazıram. Məxrəcdə də var kosinus 2 alfa, kosinus 2 alfa. Üstə gəl kosinus 4 alfa da var. Çıxaq kosinus 3 alfadan yazıram. Buradan sinus 2 alfa ilə sinus 4 alfanı sadələşdirəndə alırıq 2 dənə sinus 2 alfa ilə 4 alfa eləyir 6 alfa, 2'yə böləndə 3 alfa. Çıxanda 2 alfa, 2'yə də böləndə alfa. Çıxaq sinus 3 alfanı da qeyd edirəm. Məxrəcdə də bu ikisini sadələşdirəndə eləyir 2 kosinus, toplayanda toplayıb 2'yə böləndə 3 alfa, çıxıb 2'yə böləndə alfa. Çıxaq kosinus 3 alfa da yazırıq. Bərabərdir. Buradan sinus 3 alfalar ortaqdır. Çıxarıram kənara. Yazıram yerinə sinus 3 alfa. Mörtəzədə qalır 2 kosinus alfa, çıxaq 1. Məxrəcdə də kosinus 3 alfalar ortaqdır. Bunu da yazıram kosinus 3 alfa. Yerdə qalır 2 dənə kosinus alfa, çıxaq 1. Və buradakı bu mörtəzə ilə bu da gedir. Sinus 3 alfanı kosinus 3 alfaya böləndə eləyir tangens 3 alfa.
və alfanda pi böl 9 verib olur tangens 3 vur pi böl 9 pi böl 3 deməkdir. Yəni tangens 60 dərəcə. Bu da kök 3. Kök 3 də görək verilibmi? Verilib təbii ki. Onda biz birbaşa buradakını yaza bilərik. Elə bu misal üçün 40-cı sualda isbatını yazdıqda biz 39'da. 40-cı sualda onda birbaşa bizə lazımdır tangens 4 alfa. Bu da tangens 4 vur pi böl 16. Bundan bu ixtisar gedir, qalır pi böl 4. Yəni tangens burada 4 qalıb da. Tangens 45 dərəcədə nə alır? 1. E variantı. Sonra baxaq növbəti 41-ci suala. 41-ci sualda verilib ki 1 bölək 2 sinus 10 dərəcə çıxaq 2 sinus 70 dərəcə. 2 sinus 70 dərəcə. İfadənin qiymətini hesablayın. Əvvəla ortaq məxrəc eləyək. Ortaq məxrəcdə bura olur 2 dənə sinus 10 dərəcə. Sürətdə də qalır 1 minus 4 sinus 10 dərəcə və sinus 70 dərəcə. Bərabərdir. 1 olduğu kimi saxlayıram, 4'ü də olduğu kimi saxlayıram. Sinus 10'u sinus 70'e vuranda olur belə 2'də 1 kosinus 10 ilə 70'in fərqi 60 dərəcə çıxaq. 10 ilə 70'in cəmi 80 dərəcə yazıram kosinus 80 dərəcə. Məxrəcdə də 2 sinus 10 dərəcə var. Buradakı 4 ilə 2 ixtisara gedir, burada qalır 2. Və 2'ni də mörtərizə vurub açıram. Olur 1 minus 2 kosinus 60 dərəcə. Çıxaq kosinus 80 dərəcə. Böyle 2 sinus 10'da kosinus 80 deməkdir. İndi buradakı kosinus 60'ın yerinə yaza bilərik 2'də 1. Qarşısında da 2 var. Bunlar ixtisar gedir 1 qalır. Yəni bu 1 deməkdir. 1'dən də 1 çıxanda 0. Bu getdi. Qaldı kosinus 80 ilə bunu ixtisar aparmaq. O da getdi. Qaldı mənfi 1 bölü 2. Eləyir mənfi sürətdə 1 məxrəcdə 2. E variantında var. Sonra baxaq növbəti 42-ci suala. 42-ci sualda da birbaşa elə ortaq məxrəc elib yazıram. Məxrəcdə 2 dənə sinus 70 dərəcə alırıq. Sürətdə isə 1 minus 4 kosinus 40 dərəcə. Və yaxud da 4 sinus 70 dərəcə. Kosinus 40 dərəcə. Deməli, buranı biraz barazaladaq. Aha, deməli, sonra sürətdə 1 minus 4 olduğu kimi saxlayacağım. Yazıram 2'də 1. Sinusu kosinusa vuranda eləyir, deməli, sinus 70'dən 40 çıxanda eləyir 30 dərəcə. Üstə gələk 70 ilə 40'ı toplayanda eləyir 110 dərəcə. Yazıram sinus 110 dərəcə. Məxrəcdə də 2 sinus 70 dərəcə var. Bərabərdir. Sürətdəki 1 olduğu kimi saxlayıram. Minus. Bu 4 ilə 2 ixtisar gedir 2. 2 ilə mörtərizə vurub açanda olur 2 dənə sinus 30 dərəcə. Çıxaq 2 dənə sinus 110. Sinus 110 sinus 70'in ilə özü deməkdir. Məxrəcdə də 2 sinus 70 var. 2 ilə sinus 30 bir-birini aparır, 1 qalır. 1'dən 1 çıxanda 0. Sinus 70'dən sinus 70 gedir. Qalır mənfi 2 bölək mənfi 2 bölək 2. Bu da mənfi 1 deməkdir. B variantı. Sonra 43-cü suala baxaq. 43-cü sualda verib 2 kosinus 40 dərəcə. Çıxaq kosinus 20 dərəcə. Bölək sinus 20 dərəcə. Sinus 20 dərəcə. İfadənin qiymətini hesablayın. Buradakı kosinus 40'ı, yəni 2 dənə kosinus 42 var. Onu belə yazıram. Kosinus 40 dərəcə. Üstə gələk yenə kosinus 40 dərəcə. Yenə eləyirdə 2 dənə kosinus 40. Çıxaq kosinus 20 dərəcə. Bölək sinus 20 dərəcə. Bərabərdir. Kosinus 40'ın olduğu kimi saxlayıram kosinus 40 dərəcə. Buradakı kosinus 40'dan kosinus 20'ni hesablayıram. Bu eləyər deməli kosinus 40'dan kosinus 20 çıxanda eləyir mənfi 2 sinus 40'dan 20 çıxanda eləyir 22'ye böləndə 10 dərəcə. Yenə sinus 40 ilə 20'ni toplayanda 62'ye böləndə 30 dərəcə. Bölək sinus 20 dərəcə. Bərabərdir. Kosinus 40 olduğu kimi qalır sürətdə. Buradakı sinus 30'dan 2 ixtisar gedir 1 eləyir. Yerdə qalır sinus 10 dərəcə. Sinus 10 dərəcə. Məxrəcdə də sinus 20 dərəcə var. Kosinus 40 dərəcənin yerinə biz yaza bilərik ki sinus 50 dərəcə. Yazıram yerinə sinus 50 dərəcə. Çıxaq sinus 10 dərəcə. Məxrəcdə də var sinus 20 dərəcə. Sinus 50 ilə sinus 10'u təzədən bir də sadələşdirirəm. Olur ki sinus
Çıxanda eləyir 42-yə böləndə 20 dərəcə. Toplayanda da eləyir 62-yə böləndə 30 dərəcə. Yazıram kosinus 30 dərəcə. Bölək sinus 20 dərəcə. Burada sinus 20-lər ixtisara gedir. Qalır 2 kosinus 30. Bu da 2 vur kök 3 bölünsün 2 deməkdir. Bu da kök 3-ə bərabərdir. Kök 3. Kök 3-ü də verib D variantında. Sonra baxaq növbəti 44-cü misala. 44-də verib kosinusun kvadratı 3 üstə gələk kosinusun kvadratı 1 çıxaq kosinus 4 vuraq kosinus 2 ifadəni sadələşdirin. Buradakı kosinus kvadratı 3-ü yarım arqumentlə yaza bilərik 1 üstə gələk kosinus 6 bölək 2. Kosinus kvadratı 1-i yaza bilərik 1 üstə gələk kosinus 2 bölək 2 çıxaq. Bu ikisini də hasildən cəmə keçirsək, alarıq 2-də 1 kosinus 6 üstə gələk kosinus 3. Bu olsun belə. Sonra deməli nə edirik? Bunu ayrı-ayrı hissələrə ayırıram, bu kəsirləri, verilmiş bu kəsirləri. Alıram 1 bölək 2 üstə gələk kosinus 6 bölək 2. Üstə gələk 1 bölək 2 üstə gələk kosinus 2 bölək 2. Buradakını da açırıq. Eləyir kosinus 6 bölək 2 çıxaq kosinus 3 bölək 2. Fikir verin. Daha doğrusu bu niyə 3 oldu ki? 4-dən 2 çıxanda 2 eləyir. Buranı 2 düzəldək. Onda burada 2 olur. Burada kosinus 2 bölü 2 ilə kosinus 2 bölü 2 müsbət mənfi gedir. Eləcə də kosinus 6 bölü 2-lər. Qalır 2-də 1, 2-də 1. Bu da eləyir 1. Bir də verib D variant. Buna uyğunlaşdıraraq 45-i də özünüz yaza bilərsiniz. Baxaq 46-da. 46-da nə verib? 46-da verib ki, kosinus 20 dərəcə, kosinus 20 dərəcə bölək kosinusun kvadratı 40 dərəcə. Bu kosinusun kvadratı 40 dərəcəni yazarıq. Sinusun kvadratı 50. Sinusun kvadratı 50 dərəcə çıxaq. Sinusun kvadratı 20 dərəcə bərabərdir. Kosinus 20 dərəcə sürətdə olduğu kimi qalsın. Məxrəci müxtəsərlə yazırıq. Olur sinus bir dəfə çıxma, bir dəfə toplama. Sinus 50 çıx sinus 20 və sinus 50 üstə gələk sinus 20 dərəcə bərabərdir. Sürətdəki kosinus 20-ni saxlayırıq. Məxrəcdəki birinci mötərizəni sadələşdirsək alarıq 2 dənə sinus. Çıxanda eləyir 32-yə böləndə eləyər 15 dərəcə. Vuraq. Toplayanda 70 böləndə 2-yə deməli 35 dərəcə. Vuraq. İkinci mötərizəni sadələşdirsək. Alarıq 2 vuraq. Sinus toplayanda eləyər deməli 72-yə böləndə 35 dərəcə. Vuraq. Kosinus çıxanda eləyər 32-yə böləndə 15 dərəcə. Bərabərdir. Burada 2 sinus 15 kosinus 15. Bizə məlumdur ki, bu bizə verir 2 sinus 15 kosinus 15 verir sinus 30 dərəcəni. Sinus 2 alfadır. Yenə burada var 2 sinus 35 kosinus 35. Bu da bizə verir sinus 70 dərəcəni. Sürətdə kosinus 20 var, o da sinus 70'dir. Və sürətdə məxrəcdə sinus 70 var, ixtisar gedir. Qalır 1 bölək sinus 30-da 2-də 1 deməkdir. 1 2-də 1-ə böləndə eləyir 2. Bu da C variantında var. Sonra baxaq növbəti 47-ci suala. 47-ci sualda verib kök altında. Burada kosinus 40 dərəcə. 4 sinus 25 sinus 65. Bunu sadələşdirək. 4 vuraq. Bunu yaza bilərik belə 2-də 1. Sinusu sinusa vuranda alırıq kosinus. 25-65'in fərqi eləyər 40 dərəcə. Çıxaq. Cəmi də eləyər deməli 25-65-90 2-yə böləndə 40. Daha doğrusu 2-yə bölmürük. Elə yazırıq kosinus 90 dərəcə. Bu oldu bizim kökün 6. Burada da çıx 1 var. Yanına da kök 2 plus 1'ə vurmaq var. Kök 2 plus 1. Deməli nə edirik burada? Sadələşdiririk. Bu 2 ilə bu 4 gedir. Burada qalır 2. 2-ni vurub atıram mötərizəyə. Alıram burada 2 dənə kosinus 40 dərəcə. Və kosinus 90-da 0 deyə gedir. Məxrəcdə də kosinus 40 dərəcə var. Çıxaq 1. Kosinus 40, kosinus 40 getdi. Qaldı nə? Kök 2. Deməli bu birinci hissə ki var. O bizə verir kök 2 minus 1'i. Yanında da var kök 2 plus 1. Bunu da
qoşmadır bir-birinə 1 eləyir. Yəni müxtəsər vurma üsulunu rahatlıqla hesablaya bilərsiniz. C variantı. Sonra baxaq 48-ci suala. 48-ci sualda verib ki 8 kosinus 45 dərəcə və yaxud da ki pi bölünsün 4 üstə gəlir 2 alfa və kosinus bununla yaza bilərik pi bölünsün 4 minus 2 alfa və yaxud da ki belə də yaza bilərik 2 alfa elə olduğu kimi qalsın da bu kosinus pi bölünsün 4 minus 2 alfa deyirdim yerini dəyişməyək qalsın belə. Burada nə edirik? Deməli 8 olduğu kimi qalsın. Bunu da yaza bilərik 2-də 1 mötərizə açıram. Kosinusu kosinusa vuranda yazırıq kosinus. Bunları toplayanda plus minus 2 alfalar gedir. 45 ilə 45 eləyər 90. Deməli onda buraya yazmalıyıq kosinus 90 dərəcə üstə gəlir. Çıxanda da eləyir kosinus 4 alfa. Yəni 2 alfadan mənfi 2 alfanın çıxanda 4 alfa eləyər və 45-dən də 45 çıxarsan bu 0 eləyəcəkdir. Buradan kosinus 90 da 0 deməkdir. Bu da getdi. Bundan bu gedir. Qalır 4. Bir dənə də kosinus 4 alfa. Alırıq 4 kosinus 4 alfa. Rahat bir misaldır. E variantı. 49'u da beləcə özünüz yaza bilərsiniz. Baxaq 50-ci suala. Video uzanmasın deyə biraz asan misalların 2 dənəsindən birini yazsaq mənə gəlir bəs eləyər. Baxaq 50-ci suala. 50-də verib ki sinus alfa üstə gəlir ki sinus beta bərabərdir 2 dənə sinus alfa üstə gələk beta. Və sonra da yazıb alfa ilə betanın cəmi fərqli olmalıdır 180'in misillərindən. Tangens alfa bölü 2 bunu da yazın buradan. Tangens alfa bölü 2 vuraq. Tangens beta bölünsün 2 ifadəsinin qiymətini tapın. Deməli bunu çəkirəm qıraqda saxlayıram. Mənə bu lazımdır. Bunu qıraqda bunun elə yanında yazaq saxlayaq. Buradakını mən cəmdən hasilə keçirirəm. Alırıq 2 dənə sinus topla bölü 2 yəni alfa üstə gələk beta bölü 2 kosinus çıx bölü 2 yəni alfa çıx beta bölü 2 bərabərdir 2 də burada var. Sinus alfa plus betanı yarım arqumentlə belə yaza bilərik. 2 dənə sinus alfa plus beta bölü 2 və bir də kosinus alfa plus beta bölü 2. Yəni alfa plus betanı biz belə yaza bilərik də 2 vuraq alfa plus beta bölü 2 bu yarım arqumentə gətirir də. Daha doğrusu 2 qat arqumentə. İndi buradan sonra nə edirsiniz? Fikir verin burada 2 var. Sağ tərəfdə də 2 var. Bunu ixtisar apardıq. Sinus alfa plus beta bölü 2 ilə sinus alfa plus beta bölü 2-ni ixtisara aparırsınız. Amma qıraqdan yazırsınız ki sinus alfa plus beta bölü 2 bərabərdir 0'a. Çünki bu 0 olmalıdır ki bu ödənsin. Sonra deməli bu belə getdi. Sonra nə edə bilərik? Yerdə görürsünüz nə qalıbdı burada? Kosinus alfa minus beta, kosinus alfa minus beta bölü 2 bərabərdir 2 qalıbdı. Bir də qalıb kosinus alfa üstə gələk beta bölünsün 2. Bunun sol tərəfini cəm düsturuna görə açsaq, yəni bu deməkdir də. Kosinus alfa bölünsün 2 minus beta bölünsün 2 bərabər bu da 2 kosinus alfa bölü 2 üstə gələk beta bölü 2. Bu da bu deməkdir. Sol tərəfə açıram olur kosinus alfa bölü 2 kosinus beta bölü 2 üstə gələk sinus alfa bölü 2 sinus beta bölü 2 bərabərdir. Sağ tərəf açanda olur 2 kosinus alfa bölü 2 kosinus beta bölü 2 çıxaq 2 sinus alfa bölü 2 deməli sinus beta bölü 2. İndi burada tərəf-tərəfə keçirdirik. Deməli hansıları keçirdik? Buradan bunu keçirdirəm bu tərəfə. Alıram bax bununla, yəni bax bu üstdən xətt çəkdiyimi bir qruplaşdıranda alırıq 3 dənə sinus alfa bölü 2 sinus beta bölü 2. Yerdə qalan ikisinə bir qruplaşdıranda alırıq kosinus alfa bölü 2 kosinus beta bölünsün 2. Və buradan hər tərəfi buna bölürəm. Bax buna bölürəm. Alıram
3 dənə. Sinüs alfa bölü 2-ni kosinüs alfa bölü 2-yə böləndə qalır tangens alfa bölü 2. Sinüs beta bölü 2-ni kosinüs beta bölü 2-yə böləndə qalır tangens beta bölü 2 bərabər 1 burada. Buradan da alırıq tangens alfa bölü 2 vuraq tangens beta bölünsün 2 bərabərdir 1 tənliyi. Və bizdən də bunu istəyir. Elə cavab olur 1 yox, daha doğrusu 3-ə bölmüşdür. 3-də 1. Cavab olur C variantı. Və burada da yuxarıda yazdığımızda burada fərqli sıfır olmalıdır. Niyə fərqli sıfır olmalıdır? Çünki biz bərabərliyin sağ və sol tərəfinə sıfırdan fərqli ədədə vurub bölə bilərik də, elə deyilmi? Yəni bu sıfırda fərqli götürürük. Bunu həll edəndə alfa plus beta bölünsün 2 bərabərdir. Alırıq buradan sinüsün sıfır olduğu yerlər piyenlərdir. Buradan da alfa üstəgəl beta bərabər 2 piyen alırıq ki, və bu alfa üstəgəl beta 2 piyen ola bilməz. Çünki şərtdə fikir verin, sizə yazıb ki, piyenlərdən fərqli olmalıdır. 2 piyen ilə pikanın alt çoxluğudur. 2 piyenlər 2 pi, 4 pi, 6 pi və s. deməkdir. Bizə də deyir ki, pikalardan, yəni bir dənə pidən, 2 dənə pidən, 3 dənə pidən, 4 dənə pidən fərqli olmalıdır. Bu 2 pi, 4 pi bunun tərkibində var da, bundan fərqlidir, sonunda avtomatik bundan da fərqlidir. 51-ci sualı da özünüz fikirləşərsiniz. Baxaq 52-ci suala. 52-ci sualda verib kosinüs 59 çıx kosinüs 1. Birbaşa çevirib yazıram. Bu olur belə. Deməli, mənfi 2 sinus toplayanda eləyir 62 böləndə 30 dərəcə. Sonra vuraq sinus çıxanda 58 2 böləndə 29 dərəcə. Bölək. Məxrəcdə də olur belə 2 sinus çıxanda eləyir 58 2-yə böləndə 29 dərəcə vuraq. Kosinüs toplayanda 62-yə böləndə 30 dərəcə. Sinüs 29, sinüs 29, 2, 2 getdi qaldı. Mənfi sinüs 30 böl kosinüs 30. Bu da mənfi tangens 30 deməkdir. Yəni mənfi 1 bölünsün kök 3. A variantı. 53 də eyni tipdir. Yəni sadə bir misaldır. Baxaq 54-cü misala. Deməli sual 54. Verib kosinüs 10 dərəcə, sinus 20 dərəcə, sinus 70 dərəcə, sinus 70-i yazaq kosinus 20 dərəcə. Çıxaq 4-də 1, kosinus 40 dərəcə, üstə gələk 2-də 1. Deməli, nə edirik burada əvvəlcə? Burada sürəti də, məxrəci də 2 sinus 10-a vurub bölürəm. Bax, buranın məxrəci 1-dir də, onsuz. Buranı yazıram, 1-i silin, buradan yazmayaq. 2 sinus 10 dərəcəyə vururam. Buranı da vururam. 2 sinus 10 dərəcə. İndi fikir verirsiniz nəyə? Burada 2 sinus 10 dərəcə var. Kosinus 10 dərəcə var. Bu ikisi bizə nə verər? Sinus 20 dərəcəni. Aldıq belə. Sinus 20 dərəcə. Yanında da var. Kosinus 20. Bunu da yazıram bunun yanına. Kosinus 20. Qıraqdan bir dənə sinus 20 dərəcəni qeyd edirəm. Məxrəcdə də var. 2 sinus 10 dərəcə. Deməli, nə edirik indi? Təzədən bir də 2-yə vurub bölürəm. 2-yə vurub böldüm. Burada 2 sinus 20, kosinus 20. Bizə verər sinus 40 dərəcə. Yazdım sinus 40 dərəcə. Məxrəcdə 4 sinus 10 dərəcə var. Yanında bunun sinus 20 dərəcə də var. Çıxaq 4-də 1 kosinus 40-da qalıbdı. Üstə gələk, yanında da bir dənə 2-də 1. Sonra isə sürəti hasildən cəmə keçiririk. Olur belə 2-də 1. Sinusu sinusa vuranda olur kosinus. 40-dan 20 çıxanda 20 dərəcə. Çıxaq. Kosinus 40-dan 20-ni toplayanda eləyir 60 dərəcə. Məxrəcdə 4 sinus 10 dərəcədə var. Çıxaq 4-də 1 kosinus 40 dərəcə. Üstə gələk 2-də 1. Bu kosinus 60 dərəcə 2-də 1 deməkdir. Bu 2-də 1-i qeyd edeyim. 2-də 1-i mötərizələrə vurub açanda, daha doğrusu 2-də 1-i mötərizələrə vurub açmayaq. Bu 2-də 1 düşür bura, bu olur 8. Sürətdə aldıq belə kosinus 20 dərəcə. Çıxaq 2-də 1 bölək 8 sinus 10 dərəcə. Çıxaq 4-də 1 kosinus 40 dərəcə. Üstə gələk 2-də 1. Burada nəsə mürəkkəbləşdi. Buradan silib təzədən yazım. Deməli, buranı da silək, başdan köçürək. Deməli, kosinus 10 dərəcə. Kosinus 10-un yanına yazıram 2 dənə sinus 10 dərəcə. Yanında da var kosinus 10 dərəcə. Yerdə qalan sinus 20-ni olduğu kimi saxlayıram.
Sinus 70-i də çevirib yazıram kosinus 20 dərəcə. Məxrəcdə də 2 sinus 10 dərəcəni əlavə edirəm. 2 sinus 10 dərəcə. Və buradan 2 sinus 10, kosinus 10 bizə verir sinus 20 dərəcə. Və bu sinus 20 ilə kosinus 20 bizə verməlidir 2-də 1, deməli sinus 40 dərəcəni. Bu 2-də 1 də məxrəcə düşsə, alarıq 4-də sinus, bu 4-də sinus 10 dərəcə, burada da var sinus 40 dərəcə. Vuraq sinus 20 dərəcə. Bu olduğu kimi qalır. Deməli, çıxaq. Bunu da ortaq məxrəcə eləyirəm. Deməli, daha doğrusu bu 4-də kosinus 40 dərəcə olduğu kimi qalsın. Bunu sürətdə yazacağıq. Üstə gələk 2-də 1 bərabərdir. Baxın, bu 2 dənəni ortaq eləyirəm. Yəni, ortaq məxrəc. Ortaq məxrəci nə eləyə bilərik bunları? 4 sinus 10 dərəcə. Birincinin sürəti qalır. Sinus 40 dərəcə və sinus 20 dərəcə. İkincidə isə olur belə. Kosinus 40 sinus 10. Kosinus 40 sinus 10. Bu sürətdə yazdığımız sinus 40 deməli. Buradan belə nəsə alınmayacaqdır. Deməli, bunu silim. Başqa cür yanaşaq buna. Deməli, kosinus 10 dərəcə. Sinus 20 dərəcə. Sinus 70 dərəcə. Çıxaq 4-də 1. Kosinus 40 dərəcə. Üstə gələk 2-də 1. Kənardan bu ikisini 1 götürək. Sinus 20 dərəcə. Sinus 70 dərəcə. Bunu hasildən cəmə keçirsək, alarıq 2-də 1. Kosinus bunların fərqi, yəni 50 dərəcə. Çıxaq. Kosinus bunların cəmi 90 dərəcə. Bu getdi, qaldı 2-də 1 kosinus 50. Yanında da kosinus 10 var. Alırıq belə 2-də 1 kosinus 50. Kosinus 10 dərəcə. Bunu da sadələşdirəndə eləyir 2-də 1. Bunun ikisindən yenə gəlir 2-də 1. Kosinus toplayanda 60. Üstə gələk kosinus 40 dərəcə. Bu 2-də 1, 2-də 1 eləyir 4-də 1. 4-də 1-i mötərizəyə vuranda 4-də 1 kosinus 60. Kosinus 60 2-də 1-dir. Üstə gələk 4-də 1 kosinus 40-a vururuq. Alırıq belə. Yəni bu 3 dənə hasil bunu bildirir. Yəni aldıq 8-də 1 üstə gələk 4-də 1 kosinus 40 dərəcə. Çıxaq 4-də 1 kosinus 40 dərəcə. Üstə gələk 2-də 1. Buradan 4-də 1 kosinus 40-lar islah olur. Qalır 8-də 1 üstə gəl 8-də 4, yəni 2-də 1. Bu da 8-də 5 deməkdir. A variant. Baxaq bunun o biri tayına 55-ci suala. 55-ci sualda da deməli sinus 20-ni olduğu kimi saxlayıram. Yerdəki sinus 40-la sinus 50 dərəcəni hesablayıram. Sinus 50 dərəcə. Bu eləyir 2-də 1 kosinus. Deməli 50-40 çıxanda 10 dərəcə eləyir. Deməli çıxaq kosinus toplayanda 90 dərəcə. Kosinus 90 getdi 0. Qaldı 2-də 1 kosinus 10 dərəcə. Bunu da bunun yanına yazıram. 2-də 1 kosinus 10 dərəcə. Çıxaq 4-də 1 sinus 10 dərəcə var. 4-də 1 sinus 10 dərəcə. Üstə gələk 2-də 1. İndi sinus 20 ilə, sinus 20 dərəcə ilə kosinus 10-u sadələşdirirəm. Bu da eləyir 2-də 1 sinus. Bunların toplaması eləyir deməli 30 dərəcə. Çıxaq. Daha doğrusu üstə gələk. Sinus 20-dən də 10 çıxanda 10 dərəcə. Bunu da sadələşdirəndə sinus 30 dərəcənin yerinə yazmalıyıq 2-də 1. 2-də 1, 2-də 1-ə vuranda eləyir 4-də 1. 2-də 1 də sinus 10-a vuranda eləyir 2-də 1 sinus 10 dərəcə. Bizdə fikir verin, burada yuxarıda 2-də 1-in özü də var idi. Deməli, bunları bir dənə 2-də 1-ə vursan, alarsan 8-də 1 üstə gəl 4-də 1 sinus 10 dərəcə. Bu ilk 3 həddin hasilidir. Çıxaq yanında var 4-də 1 sinus 10 dərəcə. Üstə gələk də 2-də 1. Buradan 4-də 1 sinus 10 müsbət mənfi getdi. 8-də 1 ilə də 2-də 1-i toplayanda eləyir 8-də 5 B variantı. Sonra baxaq 56-cı suala.
56-cı sualda bu sürətdəki sinüs alfa, kosinüs beta, sinüs beta, kosinüs alfa, sinüsün cəm düsturudur. Eləyir sinüs 8x. Bölək. Məxrəcdəkini isə sadələşdirsək, cəmdən hasilə keçməklə 2 sinus, toplayanda 16, 2-yə böləndə 8x, vuraq kosinus, çıxanda 4x, 2-yə böləndə 2x, vuraq. Sürətdəkini yazırıq, mənfi 2 sinus, çıxanda 4x, daha sonra mənfi 4x, 2-yə böləndə mənfi 2x. Vuraq, deməli, yenə sinus, toplayanda 8x, böləndə 4x. Məxrəcdəki isə sinusun çıxmasıdır. Yəni sinus 5-dən 3 çıxanda qalır 2x. İndi ixtisarlara aparaq. Burada bu mənfini çıxarıram qarşıya, bu mənfi ilə bu mənfi gedir. Yerdə qalır sinus 2x-dən sinus 2x-in ixtisarı. Burada 2 var, bu 2 ilə də ixtisar gedir. Sinus 8x, sinus 8x-dən ixtisar gedir. Qalır sinus 4x. Sinus 4x-də yaza bilərsiniz. 2 sinus 2x, kosinus 2x. Məxrəcdə də var kosinus 2x. Kosinus 2x-lərdə bir ixtisar gedir. Qalır 2 dənə sinus 2x. E variantı. Biz 57-ci sualın isbatından birini yazmışdıq. Əvvəlki misallarının birində. Bizə bunun nisbətini verməlidir. Kosinus 31-i sinus 31-ə böləndə bu eləyir kotangens 31 B variantı. 58-i də onda yaza bilərik. Yəni bunun isbatını əvvəlki misallarda yazmışıq deyə burada yazmıram. Bu da bizə verir deməli tangens 6x-i. Bizə verir tangens 6x-i. Onda bizdən bunu verib də tangens deməli 58-ci sual. Tangens 3x-i veribdir P və bizdən istədiyi tangens 6x. Yəni tangens 2 alfa 3x-ə biz bir dənə T desək, olar tangens, daha doğrusu T yazmayaq qarışmaz. Tangens 3x-ə bir dənə A yazaq, tangens A bərabərdir P verib. Və bizdən istədiyi tangens 2 A-dır. Tangens 2 alfanda belə yaza bilərik. 2 tangens A bölək 1 minus tangensin kvadratı A. Bu da 2 tangens A-nı verib P yerinə P yazıram. Məxrəcdə də 1 çıx P kvadrat. B variantı. Sonra baxaq növbəti 59-cu suala. 59-cu sualda 3 sinus alfanı olduğu kimi saxlayıram. 3 sinus alfanı olduğu kimi saxlayıram. Çıxaq. Sinus 3 alfanın düsturunu yazıram bura. 3 sinus alfa. Çıxaq deməli. Sinusun kubu alfadır. Bunu gətirib burada sinus 3 alfanın yerinə yazıram. Yerinə yazanda olur çıxaq 3 sinus alfa. Mənfi var deyə müsbət olur. Burada sinusun kubu alfa. Bölək. Məxrəcdə də 4 sinus alfa var. Bu 1 çıx kosinus 2 alfanı sadələşdirirəm. Kosinus 2 alfanın yerinə yaza bilərik. 1 minus. Qarşıda da mənfi var deyə bu plus olur. 2 sinusun kvadratı alfa. Plus minus gedir. Qalır 2 sinusun kvadratı alfa. Burada 3 sinus alfa, 3 sinus alfa gedir. Məxrəcdə sinus alfanı, sinus 2 alfa, sinusun kvadratı alfaya vuranda kub eləyər. Sürətdə var gedir. Məxrəcdə qalır 8, sürətdə də 1. Eləyir bu 8-də 1. Daha doğrusu burada 4 sinus kub eləyir. Burada da 4 sinus kub yazanda burada 4. Bu da eləyir 2-də 1. Sonra 60-cı suala baxaq. 60-cı sualda da kosinus 3 alfanın düsturu lazımdır. Bu kosinus 3 alfada 4 kosinusun kubu alfa, 4 kosinusun kubu alfa çıx 3 sinus alfa deməkdir. Gətirib yerinə yazsaz 3 sinus, daha doğrusu sinus nə olur bu? Buraya yazaq kosinus alfa. 3 kosinus alfalar gedir, müsbət mənfi. Qalır 4 kosinus kubu alfa sürətdə. 4 kosinusun kubu alfa. Məxrəcdə də 4 kosinus alfa. 1 üstəgəl kosinus 2 alfanı da yaza bilərik. 2 kosinusun kvadratı alfa çıx 1. Plus minus 1-lər gedir. Qalır 2 dənə kosinusun kvadratı alfa. Burada kosinus kubu alfa ilə bunlar gedir. 4 dənə 4 gedir. Yenə qalır 2-də 1. Sonra baxaq növbəti 61-ci suala. 61-ci sualda verib ki kosinus 2-də 3 alfa. Bunu keçirək elə birbaşa. Kosinus 2-də 3 alfa, yəni hasildən cəmə keçsək, alarıq deməli 2-də 1, 2-də 1, kosinus, toplasaq 2-də 4 alfa, yəni 2 alfa. Yazıram bura 2 alfa, üstə gələk, kosinus, çıxsaq 2-də 2 alfa, yəni alfa, bu da alfa bölü 2 deməkdir. Bərabərdir 2-də 1-ə. Buradan 2-də 1-lər getdi, aldıq kosinus 2 alfa. Üstə gələk, kosinus, buranı da heç 2-yə bölmürük.
bu olduğu kimi qalır. Çünki bucaqda 2-yə bölmək yoxdur burada. Kosinüs alfa. Burada da kosinüs alfa bərabərdir 1-ə. Bunu aldıq. Deməli, verilmiş ifadəni yazıram bura. 2 kosinüsün kvadratı alfa. Buradan kosinüsü çıxarıram kənara. Yoxdur, heç çıxartmağa gərək yoxdur. 2 kosinüs kvadratı alfa çıx 1. Bu ikisi bizə verər kosinüs 2 alfanı. Yanında da kosinüs alfa cəmi var. Bunun yerinə 1 yazırıq. Buradan 1 almışıq. 2-ni də 1-ə vursaq eləyər 2. 62-ci sualda eyni tip sualdır. Sonra baxaq 63-ə. 63-də sinüs 65 üstəgəl sinüs 25. Bunu birbaşa çevirsək, alarıq 2 sinüs. Toplasaq eləyəcəkdir deməli 90 dərəcə. 2-yə bölsək 45 dərəcə vuraq. Kosinüs çıxsaq 40 dərəcə. 2-yə bölsək 20 dərəcə. Məxrəcdə də var 2 kök 2 sinüs 35 dərəcə. Sinüs 55 dərəcə. Sinüs 55 dərəcə. İfadəsinin qiymətini hesablayın. Burada məxrəcdəki sinüs 55 dərəcəni çevirib yazıram kosinüs 35 dərəcə. 2 sinüs 35 kosinüs 35 bizə verər sinüs 70 dərəcəni. Yəni sürətdəki 2-ni saxladıq. Sinüs 45 kök 2 bölü 2 alır. Onda yazdıq yerinə. Kosinüs 20-ni də yazdıq yerinə. Məxrəcdə üzərindən xətt çəkdikləri bizə verir sinüs 70 dərəcəni. Burada kosinüs 20 ilə sinüs 70 ixtisara gedir. Kök 2 ilə kök 2 gedir. 2 ilə 2 gedir. Qalır 1. Sonra baxaq 65-ci suala. 65-ci sualda kosinüsün kvadratı 37. Çıxaq sinüsün kvadratı 23. Kosinüsün kvadratı 37-ni biz yaza bilərik. Sinüsün kvadratı 90-dan 37 çıxsaq qalar 53 dərəcə. Çıxaq sinüsün kvadratı 23 dərəcə. Bölək kosinüs 14 dərəcə. Sürət müxtəsər vurma düsturudur. Bir dəfə çıxırıq, bir dəfə toplayırıq. Yəni sinüs 53 çıx, bir dəfə sinüs 23. Bir dəfə də sinüs 53 üstə gələk sinüs 23. Bunu da hasilə keçiririk. Birinci mötərizə üçün yaza bilərik 2 sinüs. Çıxanda eləyir 30 dərəcə, 2-yə böləndə 15 dərəcə. Toplayanda eləyir 76 dərəcə, 2-yə böləndə 38 dərəcə. Kosinüs 38. İkinci mötərizə üçün yazırıq 2 sinüs. Toplayanda 78 dərəcə, 2-yə böləndə, daha doğrusu 76 dərəcə, 2-yə böləndə 38 dərəcə. Vuraq kosinüs. Çıxanda eləyəcəkdir 15 dərəcə. Məxrəcdə də kosinüs 14 dərəcə var. İndi burada diqqət edirsiniz nəyə? 2 var, sinüs 15 var, kosinüs 15 var. Bu bizə verir sinüs 30 dərəcəni. Sonra 2 var, sinüs 38, kosinüs 38. Bu bizə verir sinüs 76 dərəcəni. Məxrəcdə də kosinüs 14 var, o da sinüs 76 deməkdir elə. Sinüs 76-lar gedir, sinüs 30-da da nə alır? 2-də 1. Sonra gəldik 66-cı suala. 66-cı sualda verib sinüs alfa üstə gəlir kosinüs alfa bərabərdir mənfi kök 2. Deməli 2 sinüs alfa. Deməli buranı çevirək əvvəlcə eləyir belə. Deməli 2 vuraq sinüs alfa ilə 3 alfanı çıxanda eləyir mənfi 2 alfa. 2-yə də böləndə mənfi alfa. Kosinüs burada da 2 alfa. Bölək. Məxrəcdə də alırıq mənfi 2 sinüs. Alfadan 3 alfa çıxanda mənfi 2 alfa, 2-yə böləndə mənfi alfa. Burada da qalır daha doğrusu kosinüs yox, sinüs. Sinüs. Toplayanda 4 alfa, 2-yə böləndə 2 alfa. Və burada ixtisarları aparırıq. 2 ilə 2 gedir. Sinüs mənfi alfa, sinüs mənfi alfa gedir. Qalır 2 dənə kotangens 2 alfa. 2 dənə kotangens 2 alfa. Bu yuxarıda verilən ifadə ki var, baxın bunu. Bunu əlavə arqument daxil edərək çevirə bilərsiniz. Və yaxud da ki, mən bunu kvadrata yüksəldirəm. Kvadrata yüksəldəndə alırıq 1 üstə gələk sinüs 2 alfa bərabərdir 2-yə. Buradan sinüs 2 alfa bərabər 1 alırıq. Sinüs 2 alfa 1-i nə vaxt alır? Deməli, onda burada 2 alfa bərabərdir 90 dərəcə üstə gələk 2 piyenlər olmalıdır. Yəni 2 alfa ən azından 90-dır. 2 alfanın yerinə 90 dərəcə yazanda kotangens 90-da nə alır? 0. İçində 0-a vuranda 0.
Baxaq növbəti 67-ci suala. Deməli, sual 67. Verib ki, kosinus 65 dərəcə üstə gələk x. Üstə gələk kosinus 55 dərəcə çıxaq 2x. Üstə gələk kosinus 60 dərəcə. Bu bərabərdir. Deməli, əvvəlcə nə edək? Bu ilk 2 dənəni bir götürək. Cəmdən hasilə keçirdək. Ala bilərik buradan 2 kosinus. Toplayanda eləyir mənfi x müsbət x gedir. Alırıq 120. 2-yə böləndə 60 dərəcə. Vuraq sinus. Daha doğrusu sinus nəyə yazırıq? Bura kosinus. Kosinus. Çıxanda eləyir 10 dərəcə. 2-yə böləndə 5 dərəcə. Çıxanda eləyir 2x. 2-yə də böləndə x. 5 plus x. Üstə gələk kosinus 60. Bu da 2-də 1 deməkdir. Buradakı kosinus 60-ı da yenə 2-də 1 yazsaq, bu 2 ilə ixtisar gedər. Qalar belə. Kosinus 5 dərəcə üstə gəl 2x. Üstə gəl 2-də 1. Burada nəyə fikir verirsiniz? Kosinusun qiymətlər çoxluğu mənfi 1 müsbət 1-dir. Bizdən ən böyük qiymət istəyirdik, 1 yazırıq. 1 üstə gəl, yanında da 2-də 1 var. Bu da eləyir 1/5. Burada cavab olur 1/5. Digərində də yəqin ki 0/5 eləyər. Çünki ən böyük qiymət. Burada da yəqin ki 1/5-dir onda. Bunu da özünüz hesablayarsınız. Baxaq 69-cu suala. İfadəni deyir sadələşdirin. Yəni 68-ci sual elə də çətin bir sual deyil. Sürətdəki kosinus alfa, kosinus 2 alfa, bir də sinus 4 alfa. Bunu olduğu kimi saxlayıram. Məxrəcdəki sinus alfa ilə sinus 7 alfanı bir qruplaşdırıram. Yazıram 2 sinus. Toplayanda 8 alfa, 2-yə böləndə 4 alfa. Vuraq kosinus çıxanda 6 alfa, 2-yə böləndə 3 alfa. Üstə gələk, sinus 3 alfa ilə sinus 5 alfanı da 1 hesablayanda eləyir 2 sinus 4 alfa, kosinus 3 alfa. Daha doğrusu kosinus 3 alfa eləmir bu. Çıxanda 2 alfa, 2-yə böləndə alfa. Yəni bir sözlə, sürətdə sinus 4 alfa var bunu, məxrəcdə sinus 4 alfa var bunu, bir də burada sinus 4 alfa var bunu. Bunları ixtisar elədik, getdi. Sürətdə qaldı kosinus alfa və kosinus 2 alfa. Məxrəcdə də 2-ni çıxarsaq kənara, yerdə qalır kosinus 3 alfa, kosinus 3 alfa. Burada niyə alfa yazmışıq? Bu kosinus alfa deməkdir. Üstə gələk kosinus alfa. Bunu sadələşdirməliyik. Təzədən bir də məxrəcə tətbiq edirəm. Sürət olduğu kimi saxlayıram. Kosinus alfa, kosinus 2 alfa. Məxrəcdə yazırıq 2. Bir dənə də 2 gəlir. Kosinus. Toplayanda eləyir 4 alfa. 2-yə böləndə 2 alfa. Vuraq. Çıxanda eləyir 2 alfa. 2-yə böləndə alfa. Sürətdə var kosinus alfa, məxrəcdə də. Sürətdə kosinus 2 alfa, məxrəcdə də gedir. Qalır 1/4. Cavab olur 1/4. Beləcə, mövzunu burada yekunlaşdırıram. Nəsə suallarınız olsa şərh bölməsində bildirməyi unutmayın. Sağ olun, növbəti videolarda görüşənədək.